Dostlar salam, Excel və BI data struktur dərslərimizə davam edirik. Dostlar, üçüncü dərsimizdə, bu dərsimizdə biz sizinlə bərabər data strukturlardan olan Q data strukturu haqqında danışacağıq. Dostlar, Q data strukturu elə adı üzərində bir sıra, bir növbə deməkdir və elə eyni məntiqlə də bu proqramlaşma tərəfdə bunu icra edirik. Hansı ki, yoldaşlar, bizim bəzən elə bir proseslərimiz olur ki, onları müəyyən bir sıralamaya, müəyyən bir növbəyə salmalıyıq və növbəli şəkildə icra etməliyik. Belə olan təqdirdə yoldaşlar biz və təbii ki də onu demək gərəkirsə və biz öz məlumatlarımızı arraydə, yəni ki, massivdə saxlamalıyıq. Belə olan təqdirdə yoldaşlar bu Q massivindən, Q data strukturundan istifadə edilir. Dostlar, biz bu dərsə bir case üzərində təbii ki də hər zaman olduğu kimi bir case üzərindən mən sizə bunu deyəcəm. Hansı ki, hal-hazırda yəni bu ekranda görürsünüz bir user form var. Hansı ki, bu user formun bir hissəsində bizim tasklarımız olacaqdır. Onları deadline-a görə sıralayacağıq və bu sıralama yoldaşlar bir queue içərisində olacaqdır. Bu data struktur içərisində olacaq və daha sonra isə next dediyim zaman isə yoldaşlar uyğun data struktur in progress tərəfinə keçməlidir. Baxın elə yoldaşlar, sırf bu hissəsində next tərəfində artıq bu next necə icra olunacaqdır və Q data strukturunun buradakı əsas deməli tapşırığı nədir? Yəni ki, onun üzərinə düşən nədir? Bax, onlar haqqında danışmağa çalışacağıq. Yoldaşlar, videoya keçməmişdən öncə mən istəyirəm ki, bu faylda yəni əlimizdə nələr var? İlk öncə onlarla sizə tanış eləyim, nələrdən istifadə edəcəyik. Daha sonra isə data strukturun yaradılmasına və istifadəsinə baxarıq. Yoldaşlar, bizim əlimizdə bir ədəd bu şəkildə bir table var. Hansı ki, bu table'da bizim tasklarımızın adları, həmin o taskları kimlər etməlidir? Yəni ki, onun məsul şəxslər, həmçinin hər bir taskın deadline-ı var. Hansı tarixdə bu task təhvil verilməlidir? Həmçinin də yoldaşlar, onun statusu ilə bağlı in progress, on queue və s. bu şəkildə deməli adlandırmaları görəcəksiniz. Yoldaşlar, bu təbii ki də bu table hazırda Excel faylının özündədir, yəni sheet 1 səhifəsindədir. Lakin təbii belə olduğu, yəni biz əksəriyyətən daha böyük strukturlarda, ümumiyyətlə VBA ilə çalışdığımız zaman demək olar ki, əksər zaman biz bunları database-ə saxlayırıq və elə olan təqdirdə yoldaşlar artıq deadline və s. hansı sətr hardadır, o qədər də çox bizim üçün fərq etmir. Yetər ki, məlumat gəlsin, ondan sonra biz onları istədiyimiz formaya sala bilərik. Demək istədiyim yoldaşlar nədir? Biz hər bir responsible person var burada, hansı ki, misal üçün Sənan Qəmbərov, onun qarşısında müəyyən deadline-lar yazılıb, müəyyən tasklar yazılıbdır. Bu qarışıq bir şəkildə burada durur hal-hazırda və biz indi elə bir sıra yaratmalıyıq, elə bir array yaratmalıyıq ki, o tam ən yaxın deadline-la ən uzaq deadline-a qədər düzülsün. Çünki qarşımızda duran məqsəd budur ki, biz hər bir taskı pərakəndə şəkildə etməyəcəyik və hansı oldu deyil də, misal üçün bu responsible person, bu məsul şəxs onu ən yaxın deadline-ı ilk öncə etməlidir və ən uzaq deadline isə ən sonradan etməyə məcburdur və bu şəkildə bir sistem yaratmalıyıq. Və yoldaşlar, fikir versəniz nə dedim? Ən yaxın tarix, ən yaxın deadline ilk öncə deməli icra olunmalıdır. Ən uzaq isə daha sonra icra oluna bilər. Və yoldaşlar, bu əslində elə Q-nun, yəni ki, Q data strukturunun əsas deməli məntiqini, əsas fəlsəfəsini deməli özündə ihtiva edir. Yoldaşlar, buna uyğun olaraq VBA tərəfdə biz 2 ədəd class modulu istifadə edirik. Hansı ki, birinci class modul CLS task class moduludur və burada sırf bu deməli table'ın hər bir sətrini təmsil etməsi baxımından bir ədəd ID, task name, responsible person, deadline və status eyni qaydada bu şəkildə private member olaraq əlavə olunubdur və bu class modulu initialize etmək üçün obyektini yaratdığımız anda initialize etməsi üçün bu şəkildə public sub bir init var. Bütün arqumentlər, daha doğrusu parametrlər, dəyərlər alınır. Daha sonra isə member private-lara əlavə olunur və yoldaşlar, həmçinin də bu member private, yəni ki, private memberlar private olduğu üçün onları birbaşa çata bilmirik. Bu şəkildə də property get vasitəsilə də bütün hər birini geri əldə edirik. Yoldaşlar, bu arada bir mötərizə açmaq istəyirəm. Əgər sizin yəni bu class model və s. kimi bundan sonra danışacağım müəyyən məsələlərdə əgər çətinliyiniz varsa, ayrıca araşdırmanızda tövsiyə var və onu da deyim ki, yoldaşlar, burada danışacağımız bir çox mövzunun əslində əvvəlki dərslərimizdə biz hamısına toxunmuşuq. Elə misal üçün bu class modulunun yaradılması və s. və axır. O səbəbdən əvvəlki dərslərimizə müraciət edə bilərsiniz əgər çətinlik varsa. Davam edək yoldaşlar. Class task dedik ki, bir ədəd sətri
özündə ehtiva eləyir. Lakin təbii ki də bütün məlumatları götürmək və onlardan istifadə etmək üçün isə biz class task, yəni CLS task service adında bir klass yaratmışıq. Yoldaşlar, bu CLS taskda baxın öz içərisində bir array saxlayır, hansı ki bu massiv CLS task tipində olan obyektləri götürür. Yəni ki CLS task bu klassının hər bir obyektini bir array kimi saxlayacaq. Yoldaşlar, bu məlumatlar, yəni ki, bu servisə bizim cədvəlimizdən gələcək. Bu cədvəl üçün, yəni daha doğrusu bu cədvəli götürüb task şəklinə, task obyektlərinə çevirən bir ədəd convert range to array deməli sub prosedurumuz var və yoldaşlar, onu müəyyən bir sıralamaya, hansı ki sort orders by date olaraq bu şəkildə, yəni ki, bir tarixə görə bir sıralama etməsi üçün də bu şəkildə köməkçi bir deməli sub prosedur, daha doğrusu bəli, sub prosedurumuz var. Və dostlar, ən sonda isə getall tanış eləmək istəyirəm. Getall funksiyası vasitəsilə isə biz task servisə müraciət etdikdən sonra bu məlumatların hər birini bu getall içərisində, getall deməli funksiyası vasitəsilə adı üstündə CLS task tipində olan və massiv tipində olan bu array-i deməli geriyə döndərəcək. Dostlar, bundan əlavə bir məsələ ilə tanışdırmaq istəyirəm sizi. Fikir versəniz, CLS taskın içərisində memberlardan biri status task status tipində idi. Yəni ki, basic tiplərdən deyil də fərqli bir tipdir. Hansı ki, burada yoldaşlar biz enams yaratmışıq və bu həmin o task status, hansı ki bizim elə bu enamdır. Yoldaşlar, enam task status adında bir enam yaradılıbdır və enamda on queue in progress və finished olaraq 3 ədəd constant deməli əlavə olunubdur. Və yoldaşlar, biz hansı ki taskın bu dəqiqə statusu ilə bağlı əlimizlə yazmayacaq in progress on queue-dur. Onu bir enam vasitəsilə daha qorunaqlı bir şəkildə icra etmiş olacağıq. Və yoldaşlar, bu enam üçün çalışan get task status name və get task status number adında 2 ədəd function var. Hansı ki biri enam tipində olan dəyərləri stringə çevirmək üçündür. Həmçində yoldaşlar, string, yəni ki hər hansı bir text göndərdikdə isə onları enama çevirmək üçün bu şəkildə bu funksiyonlardan da istifadə edəcəyik. Və yoldaşlar, ən sonda isə bizim common deyə bir modulumuz var. Bu da yenə sizə əvvəlki dərslərdən əslində aydındır. Hansı ki is array has size array'in, yəni massivin ölçü, hər hansı bir dəyərin olub-olmadığını, ölçü qazandırılıb qazandırılmadığını yoxlamaq üçündür və clear object array isə məlumat obyekt, yəni ki array'indən məlumatların hamısını sıfırlayıb təmizləmək üçündür. Bu da təbii ki yoldaşlar, yaddaşın daha optimal şəkildə idarə olunması üçün bizə köməklik göstərəcəkdir. Və dostlar, ən sonda isə bayaq göstərdiyim bizim formumuz var. Bu da dərsin iləriyən dəqiqələrdən tam aydın şəkildə sizə izah olunacaqdır. Yoldaşlar, indi biz bundan sonra gəlin ümumiyyətlə Q data strukturu nədir? Onunla bağlı işlərimizə başlayaq. Danışaq ümumiyyətlə data strukturu nədir? Bu Q data strukturu necə çalışır və digərlərindən fərqi nədir? Daha sonra onu yaratmağa çalışaq və onun istifadəsinə baxaq. Yoldaşlar, mən birbaşa kod yazmamışdan öncə istəyirəm ki, Draw.io üzərində ümumiyyətlə işin məntiqini sizə izah edim. Daha sonra isə kod hissəsinə keçə bilərik. Yoldaşlar, biz keçən dərsdə stack data strukturundan danışmışdıq, xatırlayırsınızsa. Yoldaşlar, stack data strukturu hansı ki elə bir data strukturdur ki, dedik ki, müəyyən bir qutuya bənzədə bilərik biz bunu və o qutuya məlumatlar əlavə edildikcə təbii ki, bir-birinin üzərinə toplana gedir və biz hər hansı bir məlumatı oradan geri döndürmək istəsək, ilk öncə ən sonuncu daxil olan o obyekti oradan çəkməliyik ki, və ya oradan götürməliyik ki, sonraki obyekti görə bilək. Yoldaşlar, Q məntiqi də aşağı-yuxarı əslində buna bənzəyir, lakin bir davranış deməli fərqliliyi var. Bəs yaxşı, o nədir, o davranış fərqliliyi? Yoldaşlar, biz yenə bir qutu kimi düşünsək, lakin bu səfər qutunun hər iki tərəfi açıqdır. Yəni ki, yoldaşlar, biz qutuya bir məlumat əlavə edirik və o məlumatı digər tərəfdən də əslində çıxara bilərik. Yoldaşlar, bunu bu şəkildə düşünmək olar. Təbii, əgər stack tərəfdən məsələyə yanaşsaq, ona oxşatmağa çalışsaq, bu şəkildə oxşada bilərik. Lakin Q haqqında sərbəst bir şəkildə danışası olsaq, bunu bir sıraya, bir növbəyə, elə adı üstündə, yəni Q-dur, bunu bir növbəyə bənzədək. Misal üçün, yoldaşlar, həyatdan bir misal kassa növbəsinə bənzədək. Yoldaşlar, belə bir kvadrat əlavə etmək istəyirəm bura. Ortaya buna bir kassa deyək. Yoldaşlar, fərz edin ki, bu şəkildə bir kassadır və bu kassanın qarşısında yoldaşlar sıra var və bu sıranı müəyyən bir sıraya salmaq üçün də bu şəkildə bir növbə deməli dəmirlər yaradılıb, necə deyərlər. Yəni ki, yoldaşlar, bir kassa düşünün. Kassanın qarşısında bu şəkildə bir sədd çəkilib ki, bütün gələn yeni müştərilər bu kassadan, yəni ki, bu dəmirdən içəri girməlidir ki, bu şəkildə bir ox da qoyaq ki, yəni işin gedişatı hansı tərəfə axır. Belə bir şey etməyə çalışım. Bunu çevirək bu şəkildə və
belə uzatmaq istəyirəm bu şəkildə dostlar. Hansı ki, yoldaşlar bu işarə sizə bəlli artıq bir işarə versin ki, burada söhbət nədən gedir? Hansı ki, kassanın girişi bu hissədir, yəni ki, növbənin girişi daha doğrusu kassa deməyək də növbənin girişi bu hissədir və kassa da burdadır və yeni gələn müştəri buradan daxil olacaqdır və kassaya doğru irəliləyəcəkdir. Yoldaşlar, gəlin o zaman baxaq. Məsəl üçün bir ədəd obyekt, yəni bir ədəd bir müştəri əlavə edək bura. Bir obyekt bir adında olsun. Dostlar, baxın, obyekt, yəni ki, bizim müştəri gəldi ta kassanın qarşısına. Yoldaşlar, bu kassada işini bitirənə qədər, yəni ki, həmin müddət ərzində təbii ki də növbəti müştəri də gələ bilər. Bəs yaxşı, bu növbəti müştəri gəlib də birbaşa kassaya girmir, düzdürmü? Və yaxud ki, bu obyekt 1-in qarşısına keçmir. Nə etməlidir yoldaşlar? Ən yaxşı halda bu kassaya daxil, yəni ki, bu növbəyə daxil olub, bu obyekt 1-in arxasına gəlib burada öz sırasını gözləyəcək. Və həmçinin yoldaşlar, növbəti müştəri də eyni qaydada bu deməli hərəkəti etməlidir. Baxın yoldaşlar, artıq mən bu sırada, yəni ki, fərz edin ki, yoldaşlar siz kassadasınız və bu kassadan yoldaşlar siz hər hansı bir əməkdaşsınız və deyəndə ki, məsəl üçün mən növbəti müştərimi yola salım, necə deyərlər də, ona xidmət göstərim dediyiniz zaman aydın məsəl ki, sıranın hər hansı bir yerindən deyil də random olaraq, məsəl üçün obyekt 3, obyekt 2 demirsiniz, düzdürmü? Sizə ən yaxın hansıdır? Obyekt 1-dən başlayırsınız. Obyekt 1 işini bitirdikdən sonra obyekt 2 gəlir və digərləri onun arxasınca bir addım qabağa gəlir. Obyekt 2 üzrə xidmət göstərilir və digəri bu şəkildə dostlar bu döngü başlayır deməli irəliləməyə. Və yoldaşlar, əslində queue məntiqinin də, yəni ki, bu data strukturun da stackdən bir fərqi budur ki, artıq hansı ki stack necə çalışırdı? Hətta belə xatırlatma eləmək istəyirəm. Filo məntiqi ilə çalışır. Düzdürmü? Yəni ki, first in, last out mənasında və yaxud ki, tərsinə yaza bilərsiniz. Bunu LIFO-da yaza bilərsiniz ki, last in, first out deməli yəni ki, son daxil olan və ya ki, ilk daxil olan sonuncu və ya son daxil olan ilk çıxması. Lakin yoldaşlar, queue məntiqində isə bu artıq biraz dəyişir. Bu zaman yoldaşlar elə FIFO məntiqində çalışacaq. Yəni ki, first in, first out. Baxın yoldaşlar, birinci obyekt 1 daxil olmuşdu bu queue-ya. Elə kassada birinci olaraq elə obyekt 1-ə deməli xidmət göstərəcəkdir və bu da bu sıradan çıxıb gedəcək. Yəni ki, first in olub, first out olan da elə obyekt 1-in özü olacaqdır. Və dostlar, bizim hansı ki daha doğrusu queue məntiqi bax tam da bu şəkildə çalışır. Təbii əgər aydın olursa izahım sizə, mən istəyirəm ki, artıq bu danışdığım məsələlərin hamısını bir kod üzərində deməli icra etməyə çalışaq ki, görək həqiqətən bunu ilk daxil olanı ilk necə çıxarmaq lazımdır və bu ümumiyyətlə bu struktura necə gətirmək lazımdır öz kodlarımızı bunu danışmağa çalışaq. Dostlar, bu səbəbdən geri qayıdıram VBA pəncərəmə və bu VBA pəncərəsində bir ədəd class modul əlavə edəcəm. Dostlar, class modul əlavə edirəm. Dostlar, təbii burada biz baxın bu bir sıra yaratdıq, düzdürmü? Yəni kassanın qarşısında bir sıralama yaratdıq, dəmirlər qoyduq ki, yəni hər hansı bir səd qoyduq ki, bizim müştərilərimiz bu dəmirdən daxil olub da içəriyə bu sıraya girsinlər və kassanın qarşısına doğru irəliləsinlər. Yoldaşlar, bax bu dəmirləri, bu hansı ki bu sədləri biz bir array kimi düşünə bilərik, tamam? O səbəbdən gəlin elə bu class modul daxilində, ümumiyyətlə class modulunun bir adını verək. Yoldaşlar, demək istəyirəm ki, CLS, DS elə eyni adlı queue olsun. Digərlərində necə ki yazmışdıq CLS, DS, array və ya stack. Bu da queue olmuş olsun. Dostlar, daxildə bir ədəd private olan bir array saxlasın. Yəni biz birbaşa buna əlçatanlığımız olmasın. Bunu encapsulate eləyək OP prinsiplərinə nəzərən və ona kontrollu bir şəkildə məlumatları əlavə edək. Lazım olduqda isə məlumatları oradan deməli çıxardaq və ya ki görək. Yoldaşlar, bu səbəbdən private təbii ki də array private bir member əlavə eləyirəm. As bir variant tipində olsun. Dostlar, təbii mən burada elə bir queue yaratmaq istəyirəm ki, orada hər bir obyekt bura daxil ola bilsin. Yəni ki, sadəcə task üçün işləməsin. Bu şəkildə variant tipində olan bir array yaradıram. Yoldaşlar, əvvəlki dərslərimizdə də yenə eyni qaydada müəyyən bir memberlardan istifadə eləmişdik. Xatırlayırsınızsa, o last index və next index idi. Təbii ki də bu da bir array olduğu üçün yoldaşlar, bu da index məntiqində çalışacaqdır. O səbəbdən mən istəyirəm ki, bunun həm ölçüsünü, həmçinin də növbəti addımlarını icra etmək üçün və buna kömək göstərən bir müəyyən private memberlarımız deməli olsun. Yoldaşlar, bunun üçün private nə deyək adına? Elə next index deyək və as bir long tipində olsun, biraz daha böyük olsun və private deməli member last index olaraq bu şəkildə də as long tipində də bu şəkildə bir məlumat əlavə edirəm. Yoldaşlar, indi burada bax bu bizim təbii ki də arrayimizdir, hələ ki boşluq içərisi
hər hansı bir ölçü qazandırılmayıbdır və next index, last index isə default olaraq təbii ki də sıfırdır. İndi mən bu CLS-DS-Q-yə, yəni ki, bu klasa müraciət etdiyimiz zaman bu illaki ilkin olaraq, yəni ki, ilk dəfə buna müraciət elədiyimiz zaman, hansı ki, bayaqlar misal çəkirdim. Dedim ki, mən artıq kassaya gəldim və dəmirlərimi qoydum ki, artıq müştərilərimi qəbul edeyim. Bax, həmin bu anda istəyirəm ki, klasın öz initialize metodu işə düşsün və bu ilkin prosesləri, ilkin o açılışı etmiş olsun. Yoldaşlar, bunun üçün gəlin M next indexə mütləq şəkildə 0 verək. Yoldaşlar, təbii ki də next index məlumatların əlavə edilməsinə köməklik göstərən bir deməli private member olacaqdır və o səbəbdən onun başlanğıcı, yəni ki, array 0-dan başladığı üçün bu da next indeksi 0 olsun. Yəni ilk dəfə məlumat 0-cı indeksdən başlasın, başqa bir indeksdən başlamasın. Yoldaşlar, M last index isə biz də yenə əvvəlki dərslərdə bunu bir ölçü qazandırmaq üçün istifadə edirdik öz arrayimizə. Yoldaşlar, gəlin təbii ki də ilk dəfə bir dəmirləri qoyduğumuz zaman mən nəzərdə tuturam ki, bu sıraya bir 10 nəfər daxil olacaqdır. Misal üçün, o 10 nəfər daxil olması üçün də mən bura 9 yaza bilərəm. Yoldaşlar, 9 nə demək idi? Xatırlayırsınızsa, 9-cu indeks deməkdir və 9 indeks demək 0-dan başlayanda 10 yer deməkdir. Və yoldaşlar, redim deyib unutmadan M deməli array deyəcəyik və last M array nə deməkdir yoldaşlar? Yəni redim demək nə deməkdir? Array artıq müəyyən bir ölçü qazandırır. Yoldaşlar, siz bilirsiniz ki, private M array as a variant kimi bu şəkildə bir yazılışdan sonra biz buna əslində ölçü qazandırmır. Bu sadəcə bir dəyişən yaratmaqdır. Yəni ki, ümumiyyətlə bir dəyişən yaradır, amma ona array edən, ona ölçü qazandıran isə artıq bundan sonra redim olacaqdır və bu da yoldaşlar bizim üçün last index olsun. Çünki yoldaşlar nə dedik? Last index bizim üçün, yəni ki, ümumiyyətlə ümumiyyətlə ölçünü ifadə edəcəkdir. Yoldaşlar, baxın, bu səfər artıq bundan sonra biz yəni ki, öz class modul, yəni bu CLS-DS-Q-yə müraciət etdiyimiz zaman biz Q data strukturumuzun ilkin görünüşünü yarada bilərik. Yoldaşlar, gəlin bax bu hissəyə qədər ən azından yoxlayaq ki, görək düzgün şəkildə deməli icra etmişikmi? Bu səbəbdən yoldaşlar, mən yeni bir modul əlavə edirəm. Elə bu modul içərisində bütün testlərimizi apararıq. Hansı ki, yoldaşlar, bunun içərisində bir ədəd private, daha doğrusu private ehtiyac yox, bir public sub main tipinin adında olan bir sub prosedur yaradacağam və içərisində yoldaşlar dim Q as hətta new deyə yoldaşlar. Hətta daha doğrusu new deməyək. Mən istəyirəm ki, o addımı görək də, class initialize addımını görək. O səbəbdən CLS-DS-Q yaradaq və set Q deyəcəyik bərabər new CLS-DS-Q. Və yoldaşlar, gəlin indi F8 vasitəsilə addımlayaq. Baxırıq yoldaşlar, hətta unutmadan locals pəncərəsini açıram ki, bütün gedişatı görək. Baxın yoldaşlar, hansı ki array var, bir dəyişən olaraq var. Tipi də bəllidir, variant array tipdə, lakin value'su yoxdur. Last index hər iki 0-dır. Yoldaşlar, last index yenə 0, next index yəni last index isə bu səfər 9 olur və bundan sonra yoldaşlar bu 9-dan istifadə edərək baxın M array yaradılmış olacaqdır. Və bu dostlar indi fikir verin, M array-in içərisində açıldıqdan sonra fikir verirsiniz bütün dəyərləri ki, boş empty olaraq göstərir və onun toplamda 10 dənə yer ayrılıbdır. Nə deməkdir yoldaşlar? Hal-hazırda kassanın qarşısında 10 nəfərlik bir yer var və mən indi öz müştərilərimi artıq qəbul edə bilərəm. Yoldaşlar, yenidən kodu bitirəcəm və qaydaq yenidən class modulumuza, hansı ki class modulumuza və başlayaq məsələləri icra etməyə. Yaxşı yoldaşlar, birinci edəcəyimiz iş nədir? Biz təbii ki də bu kassanın qarşısına artıq müştərilərin yığılması üçün bir məsələ icra etməliyik. Dostlar, məsələ dedikdə nədən gedir söhbət? Hansı ki biz bu array-yə məlumat əlavə etməliyik, düzdürmü? Yəni ki, bu sıraya bu müştərilər daxil ola bilsin. Dostlar, bunun üçün biz xatırlayırsınız stack deməli dərsimizdə push, pop kimi deməli əsas subprosedur, yəni ki, metodlardan istifadə edirdik. Yoldaşlar, bu adlar Q məntiqində artıq push və pop olmayacaqdır. Bunun əvəzinə NQ olacaq. Məsəl üçün sıraya yeni bir nəfərin qoşulması NQ, sıradan bir nəfərin çıxılması DQ və s. kimi davam edəcək. Yoldaşlar, o səbəbdən public sub deyək və NQ adında bir ədəd bu şəkildə bir deməli metod və ya ki bir subprosedur təyin edirəm. Yoldaşlar, təbii ki də nəyi NQ edəcəkdir, nəyi bu sıraya qoşacaqdır? Bu da olacaqdır bizim üçün yoldaşlar, təbii ki də object və as bir variant kimi. Yoldaşlar, adlandırmanı özünüz istədiyiniz kimi eləyə bilərsiniz. Bu şəkildə mən obje olaraq qeyd etdim. Yaxşı yoldaşlar, bu NQ nə iş görür? Dedik ki, bu sıraya bax heç kim olmayanda və ya ki ən azından ilk dəfə heç kim olmayan deməli o ehtimalı, o versiyanı bir gözümüzün qarşısına gətirək. Bir nəfər gəlir yoldaşlar, bu sıraya daxil olur. Yoldaşlar, bu sıraya daxil olmaq o deməkdir ki, array-in ən ilk dəyərinə və yaxud da ki, ilk boş olan dəyərinə məlumatın yazılması. Yoldaşlar, adi şəkildə biz normalda necə edirik? Misal üçün M array-in
hər hansı bir indeksinə, misal üçün 0 və yaxud ki 1 indeksinə məlumat əlavə eləyəcəyik. Yoldaşlar, bu indeksi artıq idarə edən kimdir? Mən gəlib əlimlə 0-1 yaza bilmərəm də, düzdürmü? Bu günlər 0 doludur, boşdur və yaxud da ki sabahları dolu da ola bilər. O səbəbdən bunu bizim üçün icra edən next index olacaqdır və nəyi əlavə eləyəcəkdir bu setə, yəni ki MRR-yə nəyi set eləyəcəkdir? Təbii ki də bizim obyektimizi. Yoldaşlar, baxın, artıq obyekt 1, yəni normalda M index, next index 0 idisə, obyekt 1 artıq gəldi bura. Demək ki, next index 1 byte artıq artmalıdır ki, növbəti boş yer kimdir, onu görə bilək. Və o səbəbdən yoldaşlar, M next index bərabərdir M next, deməli, indeks deyəcəyik və plus 1 deyəcək ki, 1 byte özünü artırsın. Və yoldaşlar, bizim enqueue metodumuz əslində aşağı-yuxarı bundan ibarətdir. Yəni, bu hissəyə qədər deməli, işimizi icra edək, ondan sonra gerisinə baxacağıq. Yoldaşlar, gələk bura bir ədəd task yaradaq. Çünki task niyə yaradım? Yoldaşlar, zaten bizdə artıq bu bəllidir, task class, yəni ki, CLS task klassımız var. Bir ədəd task yaratmaq istəyirəm. Task 1 deyək, as new CLS task olaraq qeyd edəcəm və bundan sonra task 1 deyirəm, init deyək, init metodu vasitəsilə onu initialize eləyək. ID istəyir bizdən, ID 1 olsun, task name olsun, tutaq ki, learn VBA və responsible person kim oldu? Yoldaşlar, misal üçün Sənan bura yazacağam. Həmçinin deadline nə zaman olsun? Dostlar, deadline üçün müəyyən bir tarix yaza bilərsiniz. Bizim üçün fərq etmir hal-hazırki vəziyyətdə. Bura date yazacağam, hər hansı bir tarix düşsün. Status olaraq da yoldaşlar, misal üçün 10Q yaza bilərik. Bundan sonra yoldaşlar, biz yuxarıda yaratdığımız bu Q dəyişənindən istifadə edərək .enqueue deyəcəyik və task 1-i əlavə edəcəyik bu Q-ya. Yoldaşlar, gəlin bu hissəyə qədər breakpoint qoymaq istəyirəm. Bu hissəyə qədər icra eləsin kodları. Daha sonra isə bu task 1-i, təbii ki, artıq yəqin ki, başa düşdünüz yoldaşlar, task 1 artıq bu hissədə yaranmış olur. Baxın, bu obyekti yaradıbdır, içərisinə məlumatları doldurubdur. Bundan sonra artıq sadəcə enqueue hissəsinə baxa bilərik. Yoldaşlar, F8 ilə addımlayacağam. Gəldi. Yoldaşlar, baxırıq indi, təbii ki də MRR hələ ki boşdur. Amma yaradılıbdır, lakin hələ ki boşdur. Baxın, 0-dan 9-a qədər hələ ki emptydir. İndi M next index 0 olduğu üçün, bu da 0-cı indeksə nəyi əlavə edəcək? Bizim göndərmiş olduğumuz o obyekti. Və yoldaşlar, baxırıq, bir dəfə addımlayıram üzərində. Baxın, MRR artıq dolduruldu. Yəni ki, yoldaşlar, mənim sırama bir nəfər gəldi, düşdü və bundan sonra next indeksi artırır və işini bitirəcəkdir. Və yoldaşlar, artıq baxın, Q-nun daxilində MRR var idi, zaten görürük və bunun da içərisində sırada bir nəfər olduğunu görə bilərsiniz. Bax, bu hər hansı bir dəyərin, məlumatın ora deməli yazılması ilə bağlı olan bir deməli metoddur. Lakin yoldaşlar, artıq təxmin edirsiniz ki, misal üçün biz burada 9 ədəd yer ayırmışıq, yəni 10 ədəd daha doğrusu yer ayırmışıq, düzdürmü? Bəs yaxşı, 11-ci gələndə nə baş verəcəkdir? Yəni ki, bu sıranın da təbii ki də bir limiti var da, o növbəti gələn datalar nə baş verəcəkdir? Yoldaşlar, artıq biz bunu nə edəcəyik? Ən azından bir təsəvvür eləyək. Artıq görürük ki, bu sıraya yerləşmir bizim müştərilərimizin sayı. Belə olan təqdirdə yoldaşlar, nə iş görməliyik? Bu sıranın deməli uzunluğunu, düzdürmü, artırmalıyıq ki, o bir müştərilər pərakəndə şəkildə qalmasın, dağınıq, o da gəlsin, həmin sıraya qoşula bilsin. Yəni yoldaşlar, uzun sözün qısası, biz bu ərreyin, bu sıranın ölçüsünü biraz daha artırmağa deməli meyilli olmalıyıq. Yoldaşlar, o səbəbdən burada əvvəlki dərslərimizdə də bunu əslində icra etmişik, xatırlayırsınızsa, ərreyin ölçüsünün artırılması ilə bağlı olan köməkçi bir subprocedurdan istifadə edəcəyik. Yoldaşlar, burada biz private sub increase, elə bu şəkildə adlandırmalıyıq, increase size of array deyəcəyik. Yoldaşlar, increase size of array o deməkdir ki, bu məlumatın, hansı ki 9 idi normalda indeksi, bir vahid artırsın. Yoldaşlar, sadə bir şəkildə belə bir şey icra etmək istəyirəm. Ölçünü ümumiyyətlə təyin edən last index, artıq bilirik bunu. Bu last index bərabərdir. Özünü yoldaşlar, misal üçün nə qədər artırsın? Bir 5 vahid artırsın. Yoldaşlar, təbii ki də ölçünü nə qədər artırmaq lazımdır? İlk dəfənin hansı ölçüdən başlasın? Bunu istədiyiniz kimi tənzimləyə bilərsiniz. İndi mən bu dərsliyi bu şəkildə 10 yer ayırıram bəri başdan, daha sonra isə onu 5-5 artıra gedəcəm. Yoldaşlar, bundan sonra isə ərreyin təbii ki də əsas məsələ ölçünü artırmaq lazımdır. Bu səbəbdən redim reserve və M array, bundan sonra isə M last index yazacağıq. Yoldaşlar, bunu yazdıqdan sonra artıq biz həmin ərreyin ümumi olaraq ölçüsünün artırılmasına nail ola biləcək. Gəlin yoldaşlar, bu hissəyə qədər indi işlərimizi tamamlayaq və daha sonra yoxlayacaq. Yoldaşlar, enqueue metodu təbii ki də məlumatı artıq icra eləyir, yəni ki, bura əlavə eləyir. Təbii ki də bunu özü bilməlidir ki, hansı halda öz ərreyini artırmalıdır, daha sonra məlumat əlavə edilməlidir, əgər yer yoxdursa. Yoldaşlar, biz gəlin bir fikirləşək. Bax, bizim 9 indeksli bir yerimiz var.
Bu isə yoldaşlar hər bir indeksin, boş olan indeksi göstərir. Yoldaşlar təbii ki də sıfırdan başlayır. 1, 2, 3, 4, 5. 9-cu indeksə də məlumat əlavə edəndən sonra yoldaşlar özünü bir vahid artırır, düzdürmü? Yəni ki, yoldaşlar M indeks 10 olduğu təqdirdə və last indeks 9 olanda, yəni ki, bir artıq ondan böyük olanda həmin o qabın daşdıqdan sonra artıq məcbur olmalıdır ki, M ərrayinin ölçüsü artırılsın. Yoldaşlar bu sözü bu şəkildə ifadə edə bilərik kodda. M next index yoldaşlar böyükdürsə əgər M last indeksdən, düzdürmü? Yəni ki, baxın, bərabər olması da deyil. Bərabər olanda hələ ki yer var deməkdir, amma böyük olanda artıq yerin dolduğu mənasını verir. Və bundan sonra yoldaşlar M next index böyükdür M last indeksdən və bundan sonra sadə bir şəkildə increase size of array əməliyyatını icra edə bilərik. Yaxşı yoldaşlar, gəlin bu etdiyimizi yoxlamağa çalışaq. Görə həqiqətən düzgün icra etmişikmi? Bunu belə yoxlayaq yoldaşlar. Burada biraz 9 indiki, yəni ki, bunu yoxlamaq üçün bu 9-u yazmayaq. Burada yazaq yoldaşlar, misal üçün 3. Niyə? 4 dənə, yəni 3 demək ki, 4 yeri ayırmaq deməkdir. 4 dənə yer ayrılsın, 4 daha doğrusu obyekt əlavə olunsun. Sonra 5-ci obyekti əlavə etmək istəyəndə artıq məcbur olsun increase size of array eləsin. Yoldaşlar, o səbəbdən gəlin sadə bir yoxlama eləyək, test eləyək. Bax, 4 dənə eyni obyekti əlavə eləyək və 5-cini artıq əlavə eləyəndə yoldaşlar, bax, bu hissədə artıq yəni ki, Q içərisində sıranın deməli genişliyi, hətta buraya yazaq increase, sıranın genişliyi əldə olunmalıdır. Yoldaşlar, bura qədər breakpoint qoyacağam və run düyməsinə klikləyəcəyik. Yoldaşlar, indi baxırıq Q daxilində M array var. Baxın, toplamda 4 yer ayrılmışdır. Elə 4-ü də hamısı doldurulubdur, düzdürmü? İndi bu 5-ci hara gələcəkdir? Gəlin baxaq. İndi F8 ilə addımlayıram. Baxır yoldaşlar, M next index 4-dür. Yəni ki, 4 demək 5-ci yerə məlumat əlavə etmək deməkdir. Və last index isə hələ də 3-də qalıbdır. Yəni ki, əvvəlki köhnə deməli dəyərində. İndi əgər belə olan təqdirdə artıq yer yoxdur deməkdir indekslər sayəsində. Və bundan sonra increase size of array artıq əməliyyatı baş verir. Baxın yoldaşlar, indi last index artırılır bir vahid və array redim olunur. Baxın yoldaşlar, 4 dənə məlumat qalır yerində. Baxın, 5 dənə də əlavə olaraq bir yer ayırmış olduq. Yəni dostlar, nə etdik əslində? Bu sıranın, bu dəmirlərini, bu sədlərini daha da uzatdıq ki, heç kəs pərəkəndə kənarda bucaqda qalmasın. Dostlar, bundan sonra artıq bu məsələ icra olunur, yəni ki, increase size of icra olunur. Daha sonra isə rahat bir şəkildə baxın, heç bir xətasız növbəti indeksə məlumat əlavə olunur, next indeks əlavə edilir və baxırıq yoldaşlar yenidən, hətta 5-ci dəyər də burada bu şəkildə əlavə edilmiş oldu. Yoldaşlar, biz bunun vasitəsilə artıq enqueue əməliyyatını, yəni ki, yeni gələn adam deməkdir, ümumiyyətlə yeni gələn o obyektin sıraya rahat bir şəkildə qoşulmasını bu şəkildə təmin etdik. Və yoldaşlar, yenə bir məsələyə toxunmaq istəyirəm. Fikir versəniz, artıq bu obyektlər nə olursa olsun Q-nun sonuna doğru, yəni ki, hər dəfə yeni gələn obyekt sonuncu obyektin dan sonraya əlavə olunur. Artıq yoldaşlar, array-də olduğu kimi istədiyimiz kimi ortaya və s. əlavə etmirik və istifadəçimizə məcbur edirik ki, bu məlumatlar sırf bu arxa-arxaya, yəni ki, müəyyən bir məntiqdə, müəyyən bir sıralamada deməli əlavə olunsun. Yaxşı yoldaşlar, indi sual. Bəs bu sıradan biz obyektlərimizi necə görürük və bu obyektləri biz oradan necə xaric edəcəyik? Yoldaşlar, sıra məntiqində elə eyni bu həyatdan bir misal, sıra məntiqindən davam edək, kassadan davam edək. Dedik ki, yoldaşlar, kassa nə olmalıdır? Gördük, ilk müştəriyə xidmət göstərməlidir. Yəni, onun üçün fərqi yoxdur, arxada yenə də obyekt var, amma o ilk öncə kimə xidmət göstərməlidir? Mütləq şəkildə obyekt 1-ə. Dostlar, obyekt 1-ə xidmət göstərdi, işini bitirdikdən sonra obyekt 1 bu sıranı tərk edir, düzdürmü? Yəni ki, bu işini bitirdi, gəldi bu tərəfə. Sonradan nə baş verir yoldaşlar? Bu obyekt 2 bir addım qabağa gəlir, həmçinin arxasında nə qədər obyekt varsa, özlüyündə bir addım qabağa gəlir. Və ya başqa cür ifadə etmək gərəkirsə yoldaşlar, hər biri özündən qabaqçının sırasına keçir. Obyekt 1, obyekt 2 özündən qabaqçı, yəni önündə nə var idi? Obyekt 1 var idi. Obyekt 1 də 0-cı indeksdə idi. Baxın, o 0-a gəldi 1-dən. Həmçinin 3 də 2-dən qabağında 2 idi. 1-ci indeksdə idi 2. O da 2-ci indeksdən 1-ci indeksə doğru ilərləmiş oldu. Bax, biz əslində hər hansı bir datanın bu arraydən çıxarılması dedikdə, əslində sırf da bunu nəzərdə tutacağıq. Yəni ki, bir ilk dəyəri, artıq ilk dəyər nədirsə, yəni istisnasız
obyekt, yəni ki, 1 hansı ki ilk dəyərdə durmuşdu. İlk dəyər nədirsə biz onu çıxaracağıq və ondan sonraki dəyərləri qabağa doğru elə bil ki, sürüşdürmüş olacağıq. Yoldaşlar, gəlin indi bax bu danışdıqlarımızın hamısını tək-tək icra etməyə çalışaq. Yoldaşlar, yəni sub prosedurumuzun adı olacaqdı dequeue. Necə ki, enqueue əlavə edirdik, dequeue isə onu deməli ilk dəyəri çıxarmış olacaqdır. Və yoldaşlar, bir məsələni də deyim, yenidən bir təkrar olsun, həm tam aydın olsun ki, baxın mən artıq hər hansı bir dəyəri yox ha, sondan, ortadan və s. istisnasız məcbur etməliyəm ki, istifadəçimə ilk deməli müştəriyə və ya ki ilk obyektə bu müraciət etsin. Yəni ki, bu ilk obyektə müraciət etməmiş o biri obyektlərə artıq müraciət eləyə bilməz. Yaxşı yoldaşlar, gəlin başlayaq. İndi bunun üçün dostlar bizə deməli nə lazım olacaqdır? İlk öncə gəlin sadə bir şəkildə ilk dəyərimizi götürək. Yoldaşlar, div result as bir variant deyirəm və result bərabərdir. Daha doğrusu result set olsun və bərabərdir yoldaşlar. Array-in ilk dəyəri. Yəni ki, yoldaşlar, m array 0-cı indeks. Yoldaşlar, baxın bura diqqətlə 0 indeks yazdım. Yəni ki, burada konkret əlim ilə bir manual bir indeks yazdım. Hansı ki, biz digər funksiyalarda və s. və ya ki, sub prosedurlarda bu şeyi etməmişik. Yəni ki, burada nəsə bir xəta baş verə bilərmi sualını verə bilərsiniz. Lakin yoldaşlar, bu sualın cavabı əslində elə Q yəni data strukturunun elə məntiqində yatır. Biz nə dedik? İstisnasız bu array-in ilk dəyəri nədirsə, onu götürməlidir. Yəni ki, artıq mən burada elə bir variant və ya ki, elə bir ehtimal ola bilməz ki, burada mən 1 yazım və ya ki, başqa bir şey. İstisnasız bu 0-cı dəyəri götürməlidir. Və bundan sonra yoldaşlar sadə bir şəkildə resultı deməli geriyə qaytaracağıq. Daha doğrusu set result deyil də set dequeue bərabərdir result deyəcəyik. Yoldaşlar, bu şəkildə etdikdən sonra artıq ilk sıradan olan dəyəri biz geriyə qaytaracağıq. Lakin burada yoldaşlar kiçik bir səhv eləmişik. Sub deməyək də burada bir function deyək və geriyə də as bir variant tipində olan dəyəri qaytarsın. Çünki məqsədim yoldaşlar bu dəyəri buradan həm silməkdir, həmçində buna demək çatmaqdır. Yəni sadəcə mən silmək kifayət eləmir. Yəni silsək artıq biraz sanki mənasız olur. Biz ona çataq, ondan sonra biz bunun üzərində işimizi bitirək. Daha sonra isə o artıq sıranı tərk edə bilər. Yoldaşlar, baxın, eyni məsələni kassadan yanaşmaq olar. Kassa bu obyekt ilə işini bitirməmiş, bunu sıradan deməli xaric etmir. Yaxşı yoldaşlar, bu aydın oldu ki, məsələn, bu result vasitəsilə biz sadəcə array-də ilk sırada olan dəyəri götürdük. Yoldaşlar, götürmək dedikdə sadəcə onun məlumat olaraq biz onu geri qaytarırıq. Lakin yoldaşlar, bu array-dən silinmir, düzdürmü? Hələ də bu array-də qalıbdır. Yəni ki, yoldaşlar, bu array-dən bunun silinməsi üçün, obyekt 1-in silinməsi üçün, bax, bu obyekt buradan çıxması o deməkdir ki, bu obyekt 2 gəlməlidir obyektin 1-ə yerinə, həmçində o obyekt 3 isə gəlməlidir obyektin 2 daha doğrusu yerinə. Bax, bu əməliyyat isə artıq yoldaşlar array-lər üzərində müəyyən bir dəyişikliyə demək gətirib çıxarmalıdır. Yoldaşlar, təbii ki, də bir neçə üsul daha optimal variantlarla da etmək olar bu üsulu. Lakin mənim bu videoda sizə göstərmək istədiyim üsul ola bilər ki, bəlkə də düşünə bilərsiniz daha uzundur. Lakin başa düşülməsi cəhətdən, məntiqin başa düşülməsi cəhətdən sizə köməkli olacağını düşünürəm. Dostlar, bax, mən bu dedik axı bu bir array kimi düşünürük də bunu. Bu array-yə mən deyəcəm bizim əsas m array-imiz. Hansı ki, bizim əslində dəyərimiz yəni ki, buydu. Lakin yoldaşlar, indi mən bu array-in bu şəkildə görünməsini istəyirəmsə, ən azından müvəqqəti olaraq o şəkili yaradan bir array yaratmalıyam və daha sonra isə həmin m array-i həmin o array-yə, yəni ki, müvəqqəti yaradılmış olan o m array-yə və ya ki, o temp array-yə bərabər edəcəm. Dostlar, o səbəbdən bu aşağıki, yəni bu array-i kopyalayıram aşağıya doğru bu şəkildə. Sadəcə məsələni başa düşməyiniz cəhətdən. Buna nə deyəcəm yoldaşlar? Temp array deyəcəm. Dostlar, temp array, yəni ki, mənim hədəflədiyim m array görünüşü bu temp array içərisində olacaqdır. O da necə olmalıdır yoldaşlar? Obyekt 2 qabağa gəlməlidir, obyekt 3 də eyni qaydada nə qədər sıra varsa qabağa doğru getməlidir. Yəni ki, yoldaşlar, mənim əsas array-imdə olan bütün obyektlər illa ki, bir indeks qabağa doğru bu şəkildə sürüşməlidir. Bunu icra etmək üçün yoldaşlar, gəlin indi nə iş görəcəyik? Bunu kod üzərində sizə icra edim. Dostlar, bunun üçün bizə mütləq şəkildə bu aşağıda olduğu kimi bir ədəd dim temp array tipində, daha doğrusu adında olan və təbii ki də variant tipində olan bir dəyər olsun. Dostlar, təbii ki də hər bir dəyəri bir vaxt qabağa doğru sürüşdürəcəyimiz üçün də bu şəkildə dim as bir long deyək, bir döngü yaradaq və for i
Hətta yoldaşlar unutmadan temp array'e ölçü qazandırmaq lazımdır ki, təbii ki də məlumatlar əlavə edəcəyik. Bu səbəbdən dediyim temp array deyək və bunu last index ilə ifadə edək. Yoldaşlar, temp array'in ölçüsünü özünüz də daha optimal idarə edə bilərsiniz, amma düşünürəm ki, M array'in uzunluğu qədər olsa, yəni onun maksimalı qədər olsa kifayət edir. Zaten məqsədimiz məlumatları yuxarıya doğru köçürmək olacaqdır. Və last index deyirəm. Yəni ki, bu əlavə edirəm. Dediyim kimi daha optimal, daha yəni ehtiyac olduğu qədər də həmçinin də yarada bilərsiniz. Yoldaşlar, nə demək istəyirəm ki, burada M last index deyil də elə M next index yaza bilərsiniz və ya ki onu daha yaxşı icra edə bilərsiniz. Yoldaşlar, for i başlayıram bir döngüdən. Yoldaşlar, təbii ki də sıfırdan başlayacaq. Aydın, sıfır deməyək də daha doğrusu. L-bound deyək hələ ki. Yəni ki, mən burada niyə L-bound yazıram? Yoldaşlar, niyə sıfır yazmıram? Çünki deyə bilərsiniz ki, bütün arraylər zaten sıfırıncı indeksdən başlayır. Nə gərək var L-bound yazmağa? Lakin yoldaşlar, gələcək üçün deyirəm, işdə birdən nəsə başqa bir hal baş verərsə, L-bound bizim avtomatlaşmada işin kömək göstərəcəkdir. Və yoldaşlar, indi biz hansı array üzərində dolaşmaq istəyirik yoldaşlar? Gəlin onu təyin edək. Bizim əslində dolaşmaq istədiyimiz array, baxın, təbii ki də temp array'ə köçürəcəyik məlumatlarımızı. Amma yoldaşlar, bu məlumatlar M array'dən gəlir, düzdürmü? O səbəbdən mən düşünürəm ki, burada M array üzərində bizim addımlamamız daha yaxşıdır. Yəni ki, mən məlumatların gəlmə kökünü M array kimi görürəm. Obyekt 2 burada birinci indeksdən temp array'dəki sıfırıncı indeksə sürüşməlidir. Obyekt 3 isə ikinci indeksdən birinci indeksə doğru sürüşməlidir. O səbəbdən yoldaşlar, L-bound deməli M array deyəcəyik və to hara qədər yoldaşlar? Bax, M array'in sonuncu dolu olan obyektinə və ya ki indeksinə qədər. Yoldaşlar, sonuncu dolu olan və ya ki sonuncu sıra dedikdə burada söhbət next indeksdən gedir. Hansı ki, sonuncu sırada artıq boş hansıdır, onu göstərmək üçündür. Bir variant da arxaya kimdir? Obyekt 3. Dostlar, bu sözüm bu şəkildə icra olunacaqdır. M next index çıxılsın 1. Sonuncu boş olan demək sıradan bir variant arxaya getsək, bir əvvəlki bizim obyekt 3-ümüzdür. Yəni ki, yoldaşlar, M next index çıxılsın 1 və next index yazıram. Burada indi biraz gözləyək. Yoldaşlar, bu yazılış bizə aşağı-yuxarı verir öz istədiyimizi. Lakin bir dənə məsələ var ki, bax burada L-bound M array biz bilirik ki, sıfırdan başlayır. Yəni ki, ən başdan başlayacaqdır, düzdürmü? Yəni ki, sıfır olmasın və ya başqa bir indeks olsa, amma illa ki, ən başdan başlayacaqdır. L-bound olduğu üçün, yəni ki, low-bound olduğu üçün bu şəkildə ən başdan başlayır. Lakin yoldaşlar, dedik axı, mənə artıq bu obyekt 1 lazım deyil. Yəni ki, mən bunu görməzdən gələrək, bunu silmə əməliyyatını etmək üçün bunu görməzdən gəlməliyəm və obyekt 2-ni bu şəkildə obyekt 2-nin yerinə və ya obyekt 1-nin daha doğrusu yerinə gətirməliyəm. O səbəbdən yoldaşlar, bu M array üzərindəki addımlama məndə sıfırdan yox, əslində sıfırdan və ya ki, sıfır dedikdə, yəni ki, obyekt 1-dən yox, obyekt 2-dən başlamalıdır, obyekt 3-ə doğru getməlidir. Mən L-bound yazdığım zaman bu şəkildə, bu yenə obyekt 1-in üzərindən başlayır, yox. Belə olan təqdirdə sadəcə biz plus 1 yazsaq, bu artıq obyekt 1-dən yox, saymağa obyekt 2 və daha sonra obyekt 3-ə keçmiş olacaqdır. Və bu şəkildə dostlar, bax, bu hissədə biz öz işimizi icra edə bilərik. Bundan sonra yoldaşlar sadə bir şəkildə köçürmə əməliyyatını icra edək. Set temp array deyək və i deyək. Yoldaşlar, indi i hardan başlayır dedik? I 1-dən başlayır. Amma temp array isə neçənci indeksə deməli əlavə olunmalıdır. İlk elə öz qaydasında, yəni ki, sıfırdan. Dostlar, bu 1-dən başlayırsa, mən bunu sıfıra çəkmək üçün i çıxılsın 1 deməliyəm. Və bundan sonra M array deyirəm və i olaraq da yenidən sadə bir şəkildə bu şəkildə deməli yazmış olacam. Dostlar, bu bizim köçürmə əməliyyatımızdır. Məlumatları M arraydən temp arrayyə doğru sadəcə kopyalayır və dostlar, bundan sonra təbii ki də məsələ budur ki, M array'in yoldaşlar artıq ölçüsü azaldılmalıdır, düzdürmü? Daha doğrusu necə azaldılmalıdır? Yəni daha doğrusu məlumatlar artıq bu şəkildə görünməməlidir M array içərisində. Temp array'də olduğu kimi görünməlidir. O səbəbdən yoldaşlar, gəlin indi temp array'də olan görüntünü M array'ə doğru köçürməyə çalışaq. Dostlar, bunun üçün birinci mən istəyirəm ki, həm datanı, daha doğrusu yaddaşı daha optimal idarə etmək üçün ilk öncə array'in içərisini boşaldaq. Clear object array bax, bizim burada köməyimizə çatır. Daha sonra bu M array'ə bərabər eləyək bizim temp array'imizi. Daha sonra isə yoldaşlar, yenə də temp array'i bütün yaddaşdan silək ki, heç bir dəyər qalmasın. Artıq bundan sonra yoldaşlar, M array içərisində bax, bu görüntünü siz alacaqsınız. Gəlin, indi bunu yoxlayaq. Bir də unutmadan yoldaşlar, bir məsələni icra eləyək. Təbii ki də M array artıq bu şəkildə bir görüntü olduğu üçün
bunun bütün gedişatı da dəyişibdir. Yəni ki, yoldaşlar, nəyi dəyişib? Əsas məsələ ölçü dəyişməsə də next indeksi dəyişib, düzdürmü? Baxın, yuxarıda next indeks 4-cüdə idisə, burada artıq 3-cüdə oldu. O səbəbdən unutmadan, deməli, m next index bərabərdir, m next index çıxılsın 1 də deyə bilərik. Dostlar, bu şəkildə DQ-nu icra edə bilərik. İndi gəlin baxaq. Yoldaşlar, yoxlamaq üçün bundan da istifadə edə bilərik. Lakin gəlin belə bir şey edək. Hansı ki, bir neçə dənə task yaradaq. Yoldaşlar, təbii burada 3 qala da bilər əslində. Qalsın qoyun. Task 1 demişik. Tamam, 1-2 dənə task yaradaq yoldaşlar. Misal üçün, task 2 deyəcəm. Burada unutmadan task 2 yazırıq. Burada 2 yazaq. Learn C++ deyək. Həmçinin Hamid Dambarov deyə bilərik. Başqa bir ad qoyaq. Hətta tam fərqli başa düşmək üçün in progress deyək. Təbii siz adları dəyişməyə bilərsiniz. Sadəcə ID-ləri və s. dəyişsəz də kifayət eləyərdi. Task 3 deyək. Burada da həmçinin 3 deyək. Learn, tutaq ki, Java və həmçinin Hamid Dambarov yerinə isə Tərlan Hüseynzadə deyə bilərik. Düzgün yazaq, Hüseynzadə və həmçinin yoldaşlar in progress qalsın. Dostlar, hər birini sadə bir şəkildə əlavə edək. NQ deyək, yəni ki, sıraya qoşaq. Və ən sonda isə yoldaşlar Q deyək və bir ədəd DQ etməyə çalışaq. Görək, 3 dəfə əlavə ediləndən sonra yoldaşlar DQ əməliyyatı nə iş icra etmiş olacaqdır. Yoldaşlar, heç baxmadan təxmin etməyə çalışıram. Yəni ki, burada nə baş verə bilər? Birincisi, NQ-lar vasitəsilə task 1, 2, 3 arxa-arxaya deməli bu sıraya daxil olmalıdır. Yəni ki, birincidə Sənan, Həmid və Tərlan bu şəkildə əlavə olunmalıdır. Hətta belə eləyək, Sənan, Həmid və həmçində Tərlan bu tasklara, yəni ki, bu sıraya daxil olacaqdır. Lakin bu indi kassa demişik, təbii ki, burada bir icra olunma olsun. Bu icra edildikdən sonra, yəni ilk öncə Sənan icra olunmalıdır və dostlar, o səbəbdən mən artıq, yəni ki, bu proses üçün, bu Q üçün heç bir fərqi yoxdur, hansı birinci gəlib, hansı ikinci gəlibdir. İlk öncə ilk gördüyünü deməli icra etməlidir. O deməkdir ki, yoldaşlar, Sənan artıq icra olunandan sonra bu task bu artıq buradan çıxacaqdır, düzdür? Və növbəti gələcək kim olmalıdır? Həmid gəlməlidir. Yəni ki, yoldaşlar, mən ilk bu dəfə ərliyimdə bu task, bu Q data strukturunda ilk sırada dayanan task 1 misal Sənandırsa, icra olunandan sonra artıq aşağıya doğru və bu şəkildə Həmid yəni ki, ilk sıraya gəlməlidir. Və yəni ki, növbəti task artıq Həmid olaraq deməli görünməlidir. Baxın, indi görək bu işi düzgün şəkildə icra etmişikmi? Dostlar, bu hissəyə qədər istəyirəm ki, yenə break point qoyum. Hansı ki, artıq buranı test eləmişik, bilirik ki, işləyir. Və bundan sonra yoldaşlar, run düyməsinə klikləyək. Run. Daha doğrusu burada run eləyək. Və dostlar, baxaq, Q-nun içərisində M array və burada yoldaşlar, baxın, 4 ədəd yer ayrılıbdır. İndi fikir versəniz, artıq ilk dəyər Sənan, artıq bilirik ki, Sənan birinci qəbul etmişdik. Daha sonra Həmid, həmçinin də daha sonra isə yoldaşlar, Tərlanı görə bilərsiniz. İndi, DQ etdiyimiz zaman bu görüntü necə dəyişməlidir? Və dostlar, bayaqlar dediyim kimi, mənim burada gözləntim budur ki, artıq M array bunu DQ etdiyim zaman, bax, bu 0-cı indeksdə olan Sənan Qəmbirov artıq icra olunsun. Artıq o, onun yerinə, yəni ki, ilk sıraya gəlsin ki, Həmid. Yaxşı, gəlin, baxaq. F8 ilə, deməli, addımlayıram. Gəlir, yoldaşlar, təbii, result götürülür. İndi, result nədir, baxaq, yoldaşlar? Görək, baxın, Sənan Qəmbirov ilk sırada olanı götürdü. Niyə? 0 yazmışdıq ona görə. Temp array yaradılır və dostlar, indi məlumatların baxın, köçürək. Bunu tam gedişatı görmək üçün temp array ilə M array-i açacağam. Yoldaşlar, indi diqqətlə baxın, temp array hələ ki boşdur. İlk dəfə bir məlumat əlavə olundu. Yaxşı, görək, yoldaşlar, bu məlumat kimdir? Görək, həqiqətən bizim burada çəkdiyimiz struktur kimi Həmid qəbul olunubdur mu bura? Baxaq, yoldaşlar, həqiqətən də Həmiddir. Və dostlar, ikinci dəfə isə, bu səfər isə yoldaşlar, artıq Tərlanı burada görə bilərsiniz. Yaxşı, yoldaşlar, bu bitir. Təbii ki, clear və köçürmə əməliyyatları icra olunduqdan sonra yoldaşlar, end function-a qədər gələk. Baxın, yoldaşlar, temp array boşaldılır, lakin versəniz, M array-in içərisində artıq 2 ədəd obyekt görə bilərsiniz. Bu 2 obyektin biri Həmiddir, artıq ilk sırada duran, yəni ilk sırada duran odur. İkincidə isə Tərlan olduğunu görə bilərsiniz. Dostlar, F8 ilə addımlayaq və artıq öz işimizi bitirmiş olacaq. Dostlar, təbii, bu DQ əməliyyatı geriyə dəyər də qaytara bilirdi. Yəni ki, siz bu dəyəri artıq burada tutub da eyni qaydada icra edə və ya istifadə edə bilərsiniz. Bax, yoldaşlar, NQ və DQ əslində Q data strukturunun əsas iki metodu sayılır.
Bunlardan yəni ki, biz ümumiyyətlə istifadə edirik. Yəni bütün prosesdə əsasən bunlardan istifadə edirik. Və təbii ki də yoldaşlar, siz bu enqueue və dequeue vasitəsilə bir məlumat əlavə edilir, digəri isə silir. Silmədən yoldaşlar, sadəcə ilk sırada kimdir? Sadəcə belə deyə düşünək. Bizim Draw.io-da kassa sadəcə bir başını qaldırır, baxır görüm ilk sırada kimdir. Sadəcə onu görmək məqsədi ilə bir metodda yaza bilərik. Dostlar, bu metodu stackdə olan metodlar ilə eyni adlı qoymaq istəyirəm. Hansı ki, bu metodumuz olsun. Bir sadəcə ilk sırada olan dəyərə baxmaq üçün pick metodu təbii ki də as bir variant tipində olmalıdır. Bu şəkildə yoldaşlar nə iş görəcək? Sadəcə set pick deyək. Sıranın ilk başında olan, yəni ki, yoldaşlar 0-cı indeksdə olanı bu şəkildə görməlidir. Hətta yoldaşlar baxın burada MRR yazmışıq, düzdürmü? Yəni ki, burada yəni keçən dəfə olduğu kimi burada sadəcə pick metodunu da bu şəkildə yaza bilərik. Daha elə ki, qısa, daha yaxşı bir yazılış üçün. Dostlar, bundan sonra bir dənə də funksiyon düzəltmək istəyirəm. Bu da nə olsun bilirsiniz? Sıranın sonundakı kimdir? Sadəcə onu görmək üçün. Yəni ki, sıranın əvvəlində və sıranın sonunda kimlər var? Onu görmək üçün. Function deyək və pick rear deyək. Bu şəkildə as bir variant kimi. Və bu da yoldaşlar necə olacaqdır? Sadə bir şəkildə set pick rear deyək bərabərdir MRR-in sonuncusu. Dostlar, MRR-in sonuncusu o deməkdir ki, növbəti boş xanadan bir əvvələ. Dostlar, bu da M next index çıxılsın bir vasitəsilə deməli icra oluna bilər. Yoldaşlar, diqqətlə baxın bura. Last index və s. yazmadım. Sonuncu dedikdə burada sonuncu boş yer və ya array-in ölçüsündən getmir söhbət. Sonuncu dolu yerdən gedir. O səbəbdən də sonuncu boş yeri əgər mən next index olaraq qəbul etmişəmsə, bir arxaya gəlsəm, o sonuncu dolu yeri bizim üçün vermiş olacaqdır. Və yoldaşlar, bu şəkildə öz metodlarınızın sayını artıra bilərsiniz. Artıq amma yəni dediyim kimi biz burada əsas məqsədimiz nədir? Baxın, belə bir şey demək istəyirəm. Yəni ki, ağlımızdan keçə bilər ki, bəlkə ortadakı məlumatı görüm və ya ki, onu götürüm, oradan sıradan çıxardım deyə bir metod ehtiyacımız olar. Təbii ki də bu tövsiyə olunan bir variant deyil yoldaşlar. Əgər siz ortadan bir məlumat artıq çıxaracaqsınızsa, o zaman Q-yə ehtiyacınız yoxdur. O səbəbdən array-dən istifadə edə bilərsiniz adi şəkildə. Yəni çünki o array ona icazə verir. Lakin Q deməli anlayışının əsas gedişatda budur ki, biz istifadəçi məcbur etməliyik ki, məlumat götürmək lazımdırsa, silmək lazımdırsa, onu ilk sıradan silsin. Məlumat əlavə etmək lazımdırsa, onu sonuncuya əlavə etsin və bu şəkildə bu döngü deməli işləsin. Yaxşı yoldaşlar, bax bu bizim Q-nun içərisi idi, hansı ki bu şəkildə dediyim kimi daha da artıra bilərsiniz. İndi isə yoldaşlar, dərsimizin növbəti hissəsində istəyirəm ki, bu danışdıqlarımızın hamısını, yəni və ya daha doğrusu bu yaratdığımız bu data strukturu deməli bir case üzərində də icra etməyə çalışaq. Görək ki, həqiqətən də müəyyən hissələrdə bizim işimizə necə çatır və ya ümumiyyətlə bunu necə istifadə edəcəyik. Yaxşı yoldaşlar, bu səbəbdən gəlirəm task formumuza ilk başda göstərdiyim. İndi bundan sonra necə icra eləyəcəyik? Gəlin baxaq. Dostlar, bu gedişatda ilk öncə nə iş görməliyik? Bax, bu form açıldığı anda, bu formdan sonra, açılandan sonra daha doğrusu, bu list hissələrinə yoldaşlar, deməli bizim bu database-də olan bu məlumatlar toplanmalıdır. Dostlar, necə toplanacaqdır? Birincisi, bu formu mən açdığım üçün, yəni ki, Sənan Qəmbərov açdığı üçün o yoxlamanı qoyacaq ki, birinci Sənan Qəmbərovun daha doğrusu taskları buraya əlavə olunsun. Nəyə görə yoldaşlar? ID-lər, task name-lər və onların deadline-ına görə, həmçində progress tərəfi əgər varsa. Bunlar bu şəkildə əlavə olunacaqdır yoldaşlar. Lakin mən sonra next düyməsinə klikləyəndə yoldaşlar, bu artıq bu cədvəldə, bu listdə ilk sırada duran deməyək də, ən azından növbəti task hansıdır? Bax, onu in progress tərəfinə elə bir ki, gətirsin. Yoldaşlar, bayaqlar dediyim kimi, baxın, mənim bu hissəmdə bütün tasklar, həmçinin qarşısında olan fərq etməz, bütün məlumatlar hamısı qarışıq şəkildə toplanıbdır bura. Yəni ki, deadline və s. digərindən qabaqdadır və s. Amma mənim bu hissəmdə isə elə də olsa, fərq etməz və ya hər hansı bir sıraya görə belə düzülsə, artıq mən next düyməsində kliklədiyim anda mənə deadline ən yaxın hansıdır? Həmin o next hissəsi vasitəsilə in progress-ə deməli keçməlidir. Çünki məqsədim də nədir? Ən yaxın deadline hansıdır? Onu ən birinci deməli icra etməliyəm. Dostlar, bu fikir versiniz kassaya oxşuyurmu? Mənə ən yaxın hansıdır? Hansı müştəridir? Elə birinci onu deməli icra etməliyəm.
Yaxşı yoldaşlar, bu hissədə artıq biz bu next bölmələrində və s. artıq həmin o deməli məntiqdən artıq istifadə edə bilərik. Yoldaşlar, təbii ki də bu bir nümunədir. Yəni ki, bunun nümunələri fərqli nümunələrə də baxa bilərsiniz. İndi sadəcə mən istəyirəm ki, bu hissədə, yəni ki, Q necə istifadə olunur, sadəcə bir nümunə üzərində bu şəkildə, yəni ki, bayaq modulda olduğu kimi belə basic bir nümunədə deyil də, daha fərqli bir nümunə üzərində göstərməyə çalışaq. Dostlar, bu user formu daxilində bir neçə ədəd artıq qabaqcadan kodlamalar var. Onlar nədir? Onları daha çox tanış eləmək istəyirəm sizlə. Birincisi user form activate subprosedurdur. Hansı ki bu bir eventdir. User form activate olduğu anda default settings işə düşəcək. Default settings nədir yoldaşlar? Bax, bu iki list ilə bağlı olan müəyyən deməli düzəlişlər olur. Baxın, hansı ki bunun birincisi column countdur. Yəni ki, sütun sayıdır. İkincisi isə column width isə onun elə ki sütunlarının ölçəri olacaq. Yəni daha dəqiq oturması üçün. Bu da hər iki deməli listə aiddir. İndi yoldaşlar, gəlin elə bunun üzərində artıq öz kodlarımızı yazaq. Yoldaşlar, təbii ki də məlumat artıq bizə buradan yəni ki vahid bir nöqtədən gəlməyinə. Yəni ki bu cədvəldən gələcəkdir. Lakin fikir versəniz iki fərqli hissəyə bölünür. Bax, biz də bunu burada koddan nəzərə almağa çalışaq. Deyək ki, bizim 2 ədəd data strukturumuz olsun və 2 data strukturdan istifadə eləyərək bu şəkildə məlumatları 2 hissəyə deməli bölməyə çalışaq. Yoldaşlar, deməli məsələ budur ki, biz data strukturu üzərindən əgər bu şeyi icra etmək istəyiriksə, bu prosesi icra etmək istəyiriksə, artıq burada biz 2 ədəd, yəni ki data strukturu mütləq şəkildə yaratmalıyıq. Bunun üçün bir ədəd private on queues, elə eyni adlı qoymaq istəyirəm bu digər hansı ki bu list ilə bağlı və as the new deyək burada yoldaşlar, cls ds q deyə bilərsiniz. cls ds q deyək. Yoldaşlar, bir ədəd də yəni eyni qaydada private in progress deyək və as new cls ds q deyə bilərik. Yoldaşlar, bu data struktur biri özündə Q-ları, digəri isə in progressləri saxlamış olacaqdır. Və dostlar, bax, biz bunları həm bu iki deməli Q-nu doldurmaq üçün, həmçində yoldaşlar, bu in progressi deməli doldurmaq üçün bir ədəd indi bir user form, daha doğrusu bir ədəd subprosedurdan istifadə edəcəyik. Hansı ki, yoldaşlar, bu subprosedur birbaşa elə user form activate olduğu anda artıq bu ikisi içərisi doldurulmalıdır. Dostlar, bu səbəbdən gəlin belə bir funksiya yaradım, daha sonra bir subprosedur yaradaq, bir metod yaradaq. Sub public olmasına ehtiyac yoxdur bu arada. Private olması daha yaxşı olar. Fill deməli queues. QS deməli yaza bilərik. Yazamadım. Queues yazaq. Və yoldaşlar, dedik ki, bu iki DS, hansı ki CLS DS-Q tipində olan on queues və in progressi deməli biz doldurmalıyıq. Yoldaşlar, məqsədimiz budur ki, bizim məlumatlarımız birbaşa bu database-dən, bu cədvəldən birbaşa fill listə doldurulmamalıdır. Bu fill list və yaxud ki, tərsinə desək, birbaşa gedib cədvələ müraciət etməməlidir. Bu işi bunun üçün icra edən, birinci məlumatları gətirmək üçün biz zaten task servisimiz var, bundan istifadə edəcəyik. Həmçinin yoldaşlar, bu məlumatların bölgüsünü isə bu on queue'lar və in progress adındakı bu data strukturlar bunu icra etməlidir. Belə olan təqdirdə yoldaşlar, həm biz daha səliqəli bir struktur quracağıq, həmçində yoldaşlar, artıq məlumatları on queues üzərində içərisində olduğu üçün biz sabahları başqa bir list ola bilər, başqa bir proses ola bilər, artıq biz məcbur deyilik hər hansı bir listdən və ya ki, yenidən bir məlumatı üçün database-ə müraciət edək. Yaxşı yoldaşlar, bunu necə icra edəcəyik? İndi gəlin baxaq. Dostlar, deməli biz bunun üçün, təbii ki, dediyim kimi, ilk öncə məlumatlar bizim əlimizdə olmalıdır. Dostlar, bunun üçün bir ədəd task servis, yəni ki, servis üzərindən hər hansı bir məlumatları əgər gətirmək istəyirsə, bizə task service deyə bir dəyişənimiz olsun. Bu səbəbdən task service new CLS DSQ olmaz təbii ki də CLS task service tipində olan bir dəyişənimiz olsun. Yoldaşlar, bu nə iş görür? CLS task service nöqtə, baxın, get all funksiyası vasitəsilə bütün məlumatları bu cədvəldən gətirəcəkdir. Hansı ki, artıq bunun kodlarını yoldaşlar biz daha əvvəlcədən artıq yazmışıq. Yenə dediyim kimi, əgər çətinlik olacaqsa bunlarla bağlı əvvəlki dərslərimizə, klass modul dərslərimizə deməli müraciət edə bilərsiniz. Yoldaşlar, bu get all deyir və geriyə task tipində olan bir əmr qaytarır. O səbəbdən gəlin onu da burada qəbul etmək üçün
bir ədəd bu şəkildə tasks adında bir array yaradaq və CLS task tipində olsun və bu task service get all dedikdən sonra yoldaşlar tasks deyəcəyik və bərabərdir qoyaq. Məlumatlar task içərisindən deməli toplansın. İndi yoldaşlar task içərisində toplandı və biz bu task içərisində toplanan məlumatları artıq on-queue və in progress arasında bölüşdürə bilərik. Nə edəcəyik yoldaşlar? Dim i as bir long deyək, yəni döngü yaradacağıq və for i l bound və tasks deyəcəyik və to u bound həmçinin tasks deyə bilərik. Next deyək. Dostlar, şərtimiz budur ki, ilk öncə təbii ki, mənə lazım olan məlumatlar gəlməlidir. Nə deməkdir yoldaşlar? Bu yəni ki, Sənan Qəmburovun məlumatları gəlməlidir. Dostlar, mən indi burada bu dərs üçün artıq videonu çox uzatmamaq üçün hər hansı bir sistem yaratmamışam. Yəni ki, burada Sənan Qəmburov seçiləndə onun məlumatları gəlsin və s. Təbii ki, onu daha yaxşı icra edə bilərsiniz. Hətta tövsiyə edirəm ki, onun üçün bir özünüzdə bir özünüzü yoxlayın, bir test eləyin. Onu necə icra edə bilərsiniz? Yəni artıq fayl tanısın ki, bu sizsiniz. Lakin əks təqdirdə mən burada belə bir şey eləyəcəm. Tasks i nöqtə responsible person əgər Sənan Qəmburovə deməli bərabərdirsə. Yoldaşlar, bunu etdikdən sonra ancaq Sənan Qəmburovun məlumatları götürüləcəkdir. İndi bundan sonra yoldaşlar biz in progress-i on-queue-nu artıq bölüşdürə bilərik. Necə eləyək yoldaşlar? Sadə bir şəkildə if deyəcəyik və tasks i nöqtə task status bir enam olduğu üçün baxın artıq hazır bir şəkildə çıxır. Misal üçün on-queue olduğu deməli vəziyyətlərdə nə baş versin yoldaşlar? Burada on-queue doldurulacaqdır. Əks təqdirdə yoldaşlar nə baş verəcək? In progress olacaqdır. Yoldaşlar təbii task daha doğrusu mənim enamıma baxdığımız zaman fikir versəz burada on-queue, in progress və finished var. Yəni ki, üçüncü bir ehtimal da var. O səbəbdən birbaşa else durumunu yazmaq burada bizə sərf etmir. O səbəbdən burada yoldaşlar biz else deyəcəyik və else if deyəcəyik təbii ki də tasks i nöqtə, yenə eyni qaydada task status bu səfər in progress olacaq. Belə olduğu təqdirdə in progresslər doldurulacaq. Zaten finishə də ehtiyac yoxdur zaten. Finish onsuz da. Dostlar, biz burada indi task status on-queue olduğu zaman dedik ki, nə baş verməlidir? Baxın, sadə bir şəkildə on-queue nöqtə artıq burada bilirik ki, enqueue olmalıdır. Yəni ki, bütün məlumatlar enqueue vasitəsi ilə məlumatlar doldurulmalıdır. Hara? Deməli, bizim data strukturumuza. Hansı məlumatlardır yoldaşlar? Tasks məlumatları. Yoldaşlar, eynisini biz in progress üçün də eləməliyik. Bu şəkildə enqueue deyəcəyik və task deyəcəyik. Bu şəkildə yoldaşlar, bu fill queues bölməsi, bəlkə bu subproseduru artıq bu data strukturlara bütün məlumatın hamısını bu şəkildə toplamış olacaq. Dostlar, həmən fill queues deyək, user form activate bölməsində də bu şəkildə bunu əlavə edək. Gəlin, indi bax, bu hissəyə qədər məlumatımızı aktivləşdirək, yəni ki, user formumuzu aktivləşdirək. Ondan sonra görə həqiqətən də düzgün bir şəkildə çalışırmı? Run deyirəm yoldaşlar, məlumat daha doğrusu user form aktivləşdirilir və fill queues hissəsində görək nə baş verir. Bunu hətta local pəncərəsindən bu şəkildə izləməyə çalışaq. Açıram pəncərəmi, biraz uzadaq ölçüsünü və gəlirəm, tapıram list on-queue-nu. Daha doğrusu list yox. Burada bizim baxım hardadır? Hələ ki deyəsən yaradılmayıb, yoxsa baxaq bir görə bilmədim yoldaşlar. Buradadır. Baxın yoldaşlar, on-queues və həmçində digər isə yoldaşlar i hərfi hardadır? In progress-dədir, buradadır. Tamam yoldaşlar, hələ ki fikir versəz yaradılmamış kimi görsənir. Lakin bu hissəyə gəldikdə artıq o yaradılmış olacaqdır. Yoldaşlar, F8 ilə addımlayaq, baxaq. Hələ də yaradılmamış kimi görsənir. İndi zaten artıq başlayacaq yaratmağa. Dostlar, bu hissələrini sürətli bir şəkildə keçəcəm. Yəni ki, task servisdən məlumatların gəlməsinə run deyilən birbaşa gəlsin. İndi dostlar, baxın task servisə 25 ədəd məlumat, hər biri task tipində olan, CLS task tipində olan məlumatlar bu şəkildə bura yığıldı. Bunun üzərində addımlayırıq. Responsible person Sənan Qəmbirova bərabərdirsə ki, bərabərdir. Bundan sonra içəriyə daxil olur. Nə iş görür yoldaşlar? Baxıram, task status nədir? 0 demək yoldaşlar əslində on-queue deməkdir. Niyə? Çünki enums bilirik ki, konstant dəyərlərdir. On-queue 0-dır, in progress 1-dir. Baxın, finishdə 2 sayılır. İndi on-queue-dursa, baxırıq yoldaşlar, artıq on-queues data strukturuna məlumat enqueue edilməlidir. Task, yəni ki, F8 deyirəm. Baxırıq, məlumat 2 dəfə olduğu üçün yoldaşlar yaradıldı. Yaradıldıqdan sonra
baxın NQ olaraq məlumat əlavə edilir. Artıq yenidən bu hissəyə qayıtdığımızda baxıram yoldaşlar. Burada aşağıda 10 queues. Baxın yoldaşlar, data strukturum yaradılıbdır və içərisinə də bir ədəd məlumat bu şəkildə əlavə olunub. Dostlar, bu proses ən axıra kimi davam eləyir və təbii ki də varsa in progress-də yenə məlumatlar əlavə ediləcəkdir. 10 queue-da da məlumat varsa, bu şəkildə məlumatlar deməli eyni qaydada əlavə edilmiş olacaq. Dostlar, hətta baxaq heç niyə yəni sual yaradırıq ki, özümüzdə, düzdürmü? 10 queues-a baxdığımız zaman yoldaşlar, baxın, toplamda 1, 2, 3, 4, 5, 6, yəni ki 6, təbii ki də 5-ci indeksə baxaraq zaten bunu bilərdik, niyə saydım. Əks təqdirdə yoldaşlar, in progress-in içərisində isə yoldaşlar, baxın, daha doğrusu bu list deyil də, in progress sadə bir şəkildə olan, baxın, in progress nothing yazılıbdır. Dostlar, in progress nothing yazılması o deməkdir ki, sənin qabağın qabağında hələ ki in progress-də olan hər hansı bir dəyər yoxdur. Ehtiyac olduğu təqdirdə isə biz də onu hələ ki dolduracağıq. Dostlar, bax bu iş bitdikdən sonra bizim user formumuz artıq aktivləşəcək, düzdürmü? Lakin nə dedik? Bu listdə məlumatlar artıq doldurulmalıdır. Hardan? Bizim queue vasitəsi, yəni daha doğrusu queue-dan gələn məlumatlar bura doldurulacaqdır. Yaxşı yoldaşlar, onu necə icra eləyək? Gəlin bir düşünək. Dostlar, artıq pəncərələri bağlayıram, biraz yer açılsın. Dostlar, yəni indi burada artıq listlərə məlumatlar necə doldurulacaqdır, onu icra etməyə çalışaq. Burada dostlar, fill queues doldurulduqdan sonra təbii ki də fill public deməyək, təbii ki də private olması daha yaxşıdır. Fill list deyəcəyik və burada artıq təbii ki də bu da fill queues olduqdan sonra bu da fill list olsun və queue-dan istifadə edərək, yəni ki bu data strukturdan yoldaşlar istifadə edərək fill list subproseduru bu listləri dolduracaqdır. Dostlar, bunun üçün də təbii ki də data struktur üzərində addımlamalıdır. Lakin yoldaşlar, bir məsələyə diqqətinizi çəkim. Təbii biz data struktur üzərində addımlamaq dedikdə əslində data strukturun nəyindən bəhs edirik? Biz burada data strukturun bu ərreyindən deməli istifadə etməliyik. Lakin yoldaşlar, bizim ərreyə təbii birbaşa bir deməli əlçatanlığımız yoxdur, düzdürmü? İndiki variantda. Biz elə etməliyik ki, bu ərrey burada əlçatan olmalıdır. Bax, bunu etmək üçün yoldaşlar, biz təbii ki də bir metod yaratmalıyıq, hansı ki bu ərreyi, yəni ki çölə doğru aça bilsin. Dostlar, bu təbii ki də bir istisnavi bir vəziyyətdir. Təbii mən bunu əslində tövsiyə etmirəm. Sadəcə əslində yaxşı olur, biraz da görmüş oluruq ki, həqiqətən belə bir şey də mümkündür. Lakin yəni tövsiyə olunan bir variant deyil. Çünki əks təqdirdə M ərrey artıq çölə doğru artıq olsa, artıq bir növ sanki data strukturun bir mənası qalmır, amma təbii bu struktur daxilində artıq istisnavi bir vəziyyət kimi nəzərə ala bilərik. Əks təqdirdə yoldaşlar, siz bayaqlara dediyim kimi hər hansı bir məlumat əldə etmək istəyiriksə, oradan nəyisə çıxarmaq istəyiriksə, bu zaman artıq siz NQ və DQ-dan mütləq şəkildə deməli yəni ki istifadə edə bilərsiniz. Ya belə eləyə bilərik yoldaşlar, ya da ki başqa bir təklifim də var. Misal üçün pick metodlarımız var idi, pick, rear və s. da. Bax bundan da istifadə edə bilərik əslində. Hətta düşünürəm ki, indi əslində bunu ağlıma gəldi. Bundan da istifadə edə bilərik. Nə mənada? Məsələn, biz burada public function pick demişik, bu ilk dəyəri qaytarır, bu da sonuncu dəyəri qaytarır, düzdürmü? Bizim bir funksiyamız olsun, hansı ki bu funksiya sadəcə ortada olan dəyərlərə baxa bilsin. Tamam? Bax, burada əsas məsələ mənim müqayisə yaratmaqdakı məqsədim budur ki, bax, biz M ərreyi çölə açıq bir şəkildə saxlasaq, o zaman həmin ərreyin indekslərində bizim istifadəçimiz oynaya bilər, düzdürmü? Birini digəri ilə dəyişə bilər və s. Hətta hər hansı bir araya bir məlumat əlavə eləyər. Bu zaman artıq Q-nun bir növ o əsas hökmü itəcəkdir. Lakin sadəcə o dəyərlərə baxmaq və o dəyərləri əldə etməkdirsə məsələ ki, zaten bu fill listə eləyəcəyik də, burada olan dəyərləri sadəcə listə göstərəcəyik. O zaman M ərreyi çölə açıq saxlamaq düşünürəm ki, yaxşı bir variant deyil. O səbəbdən elə bir metod lazımdır ki, sadəcə məlumatları görək, amma heç bir şəkildə üzərində dəyişiklik edə bilmək. Nə silə bilək, nə əlavə edə bilər və s. Yaxşı yoldaşlar, bu səbəbdən mən istəyirəm ki, public function deyəcəyik və burada yoldaşlar pick by index deyək. Tamam? Belə bir adlandırma eləyək. Yəni ki, indeks vasitəsilə pick etmək. Yoldaşlar, as variant deyəcəyik və təbii ki də by val int as bir long tipində olan bir dəyər əlavə edək. Yoldaşlar, təbii yoxlamalarınızı eləyə bilərsiniz, sıfırdan aşağı olmasın və s. Əks təqdirdə set pick by index bərabərdir M ərreydə olan
tutaq ki int ininci daha doğrusu indeksi burada götürə biləcəyik. Bu da publicdir zaten. Artıq sadəcə məlumatı oradan görəcəyik, lakin üzərində dəyişiklik eləyə bilməyəcəyik və düşünürəm ki, bu daha yaxşı bir variant olacaqdır. Yenidən qayıdıram fill listə yoldaşlar. Deyim ki, as bir long artıq burada döngümə başlaya bilərəm. Yaxşı yoldaşlar, for i deməli L bound deməyə təbii ki də artıq olmaz elə. For i başlayacaqdır. Baxın yoldaşlar, burada da bir məsələni gördüm indi. Belə işlədikcə ortaya çıxacaqdır. Biz indi bu məlumatları düzdürmü listə əlavə etməliyik və listə neçə ədəd məlumat əlavə edəcəyik, bax bunu bilmirik. Çünki niyə yoldaşlar? For i tutaq ki, bilirik ki, döngü məsələn hər hansı bir ədəddən başlayır, hər hansı bir ədədə qədər davam edir, düzdür? Mən tamam, başlanğıcını 0 deyə bilərəm, amma sonunu bilmirəm. Yəni ki, yoldaşlar, son nə deməkdir? Bu data strukturun sonuncu dəyəri, indeksi nədir? Bax, onu bilmirəm. Əslində sonuncu indeks bilirsiniz nədir? Bax, bu next indeksin nə olduğunu bilmirəm yoldaşlar. Bax, burada da mən istəyirəm ki, bir dənə də bura tam güvənli bir şəkildə bir metod əlavə edək. Bu metod nə olsun yoldaşlar? Bax, bu next indeks var ha. O next indeksin sadəcə neçənci dəyərdə olduğunu bizim üçün desin. Bax, önəmli məsələ budur yoldaşlar. Yenə eyni qaydada bunu mən public eləsəm əslində bizim işimizə yarayır. Amma bunu public eləməm o deməkdir ki, artıq istifadəçi istədiyi şəkildə next indeksi dəyişə bilər və bütün strukturumu poza bilər. Biz burada encapsulation prinsipindən istifadə edərək bir ədəd public property get tipində olan next index deyəcəyik. As bir long tipində. Və bu next index bərabər olsun sadə bir şəkildə bizim M içərisində olan M next indeksə. Bax, artıq bundan sonra biz next indeksin nə olduğunu biləcəyik, lakin onu heç bir şəkildə dəyişə bilməyəcəyik. Yəni ki, mən bunun setini düzəltmirəm. Yoldaşlar, bundan sonra artıq siz sıfırdan başlaya bilərsiniz rahat bir şəkildə və next indeksə qədər. Yəni ki, yoldaşlar, sizə lazım olan hansıdır indi? Tutaq ki, siz əgər 10Q-nu doldurursunuzsa, 10Q-nun baxın next indeksini əldə edə bilərsiniz. Yoldaşlar, təbii ki də next indeks bilirsiniz ki, sonuncu boş dəyəri göstərir. Mən dolu dəyərlər istəyirəmsə, çıxılsın bir yazmağımız düşünürəm ki, bizim üçün daha bir məntiqli olacaqdır. Dostlar, bundan sonra sadə bir şəkildə list on Q add item deyirik və bundan sonra list on Q listin hansı hissəsinə yoldaşlar? Bax, burada elə i-dən istifadə edə bilərik. Zaten eyni array məntiqində çalışır. Hansı sütuna yoldaşlar olsun, biz misal üçün 0-cı sütunu. İndi nədir yoldaşlar bizim istədiyimiz bu on Q-dan? Baxın, bayaq yaratdığımız pick by indeksdə birinci indeksi mənim üçün geriyə qaytaracaqdır. Və bu şəkildə nə edəcək yoldaşlar? Hər dəfə növbəti sütuna məlumatları əlavə edəcəkdir. Yoldaşlar, təbii pick by index i demişik, burada qeyd eləməmişik nəyi istəyirik. Çünki pick by index axı task tipində olan bir obyekt qaytaracaqdır, düzdürmü? O obyekti nəyini istəyirik yoldaşlar? O hansı ki, bunu hardan görə bilərik? Taskdan görə bilərik. Misal üçün, mən ID sütununa təbii ki də ID-ni görmək istəyirəm. Dostlar, eyni prinsipi digərləri üçün də təkrar eləyə bilərik. Burada artıq sütunların sayını artıracağıq və burada baxın task adını yazmalıyıq. Görə necə yazılıb yoldaşlar? Tam əzbərə task name yazılıbdır. Bu şəkildə qeyd eləyə biləcəyik və nöqtə deyirəm task name və burada isə deadline qoyacaq. Yoldaşlar, deadline isə nədir? Baxıram necə yazılıbdır? Deadline tipində yazılıbdır. Elə eyni adlı yazaq. Nöqtə deadline qoya bilərik. Yoldaşlar, baxın, bu şəkildə yazdığımız anda bu 10Q-nu doldurur. Heç gözləmədən yoldaşlar birbaşa for i 0, hətta təkrar etməyə gərək yoxdur. Bunu artıq bilirik ki, 10Q üçün deməli istifadə olunur. Bu isə yoldaşlar nə üçün istifadə olunacaqdır? In progress üçün istifadə ediləcəkdir. Sadə şəkildə burada sadəcə in progressləri dəyişəcəm. In progress. Həmçinin yoldaşlar listdə isə list in progresslər deməli bizim üçün istifadə ediləcəkdir. Yoldaşlar, baxın, bundan sonra artıq biz fill listi də dolduracağıq. Gəlin, baxaq. Yoldaşlar, fill list deyirəm, bura qədər. Yəni ki, breakpoint qoyuram, run düyməsində klikləyəndə bura qədər dolduruldu. Yəni ki, yenidən göstərmək gərəkirsə yoldaşlar, diqqətlə baxırıq. Hansı ki, fill list demişəm, düzdür. Fill list burada. Baxın, tapa bilmədim. Yəni ki, bizim hansı ki, nəyə axtarırıq? 10Q-ları axtarırıq. Baxın, içərisi doldurulubdur. Təbii ki də progress də yoxdur. Aydın məsələdir ki. Və yoldaşlar, bundan sonra
F8 ilə başlayaq. İndi fill list gəlir, next indeksi qaytarır geriyə. 6 imiş. Burada artıq 5 olaraq təbii ki icra olunacaqdır. Yoldaşlar baxırıq. İndi hər dəfə gedir, nə iş görür yoldaşlar? Taskı gətirir, məlumatlarını fikir versəniz, başlayır listə doldurmağa. Gəlin baxın yoldaşlar, ilk addımda nə baş verdi? Baxın, bir ədəd taskı gətirdi, qoydu. ID 8 imiş, task name'i buymuş və deadline da budur. Və yoldaşlar, bu hara qədər davam edəcəkdir? Bütün 10 Q-ların hamısı baxın doldurulana qədər. Yoldaşlar, fikir versəniz, deadline-ı ümumiyyətlə deadline-ı 22-dən kiçikdən ən uzağa qədər başladı. Yoldaşlar, bunun olmasının səbəbi əslində task servicedə olan sort by date deməli bu suppository idi ki, bu şəkildə onu böyükdən kiçiyə doğru düzmüş oldu. Təbii ki, siz ehtiyacdan asılı olaraq onu fərqli cürdə eyni qaydada düzə bilərdiniz. Dostlar, indi in progress-də nə baş verəcək yoldaşlar? Yoldaşlar, indi diqqətlə baxın, burada in progress next index üzərinə tuturam. Object variable or with block yazılıbdır. Yəni ümumiyyətlə datanın olmadığını, ümumiyyətlə bu dəyişənin yaradılmadığını, data strukturun yaradılmadığına bir işarə verir. Lakin burada yoldaşlar indi baxırıq necə F8 ilə addımlayaq. Təbii ki, ilk dəfə bura müraciət etdiyi üçün artıq biz zaten yuxarıda new etmişdik bunu. Gəlir burada nə də, yəni ki, içərisində məlumat belə olmasa, ilk dəfə heç olmasa 3 indeksli 4 yer ayırmış olur. Və yoldaşlar, M indeksi təbii ki də next indeksi 0 olaraq geri qaytaracaq. Burada isə yoldaşlar 0 olur və 0-dan, yəni 1 çıxanda -1 deyəndə for döngüsünə heç bir şəkildə daxil olmuyor. Çünki 0-dan -1-ə doğru bir addımlama olmadığı üçün artıq bu for döngüsünə daxil olmayacaqdır və bundan sonra öz işini bitirəcəkdir. Və yoldaşlar, ortada bu şəkildə bir görüntü qalmış olacaq. Fikir versəniz, in progress-də heç bir şey yoxdur və on Q-da isə bir müəyyən bir məlumat var. İndi yoldaşlar, bu aydındır, düzdürmü? Hansı ki deadline-a görə bu şəkildə bir məlumatlar yığılıbdır. Və indi mən next düyməsinə basanda, baxın yoldaşlar, artıq mən istifadəçimə belə bir şans yaratmamalıyam ki, gəlsin yoldaşlar, mənim istifadəçim fixed validation tapsın və bunu next eləsin ki, gəlsin bura. Xeyr, belə olmamalıdır yoldaşlar, düzdürmü? Necə olmalıdır? Bax, bu artıq deadline istisnasız, yəni ki, ilk deadline hansıdırsa, ən yaxın deadline hansıdırsa, bura bizim yəni ki, vaxtımıza artıq həmin o deadline, deməli, bu in progress tərəfinə keçid etməlidir. Nə ID-sindən asılı olaraq, nə taskda, nə də onun başqa bir dəyərindən. Ancaq və ancaq deadline-ı ən yaxın olanlar. Yoldaşlar, bax, bizim bu hissədə struktural olaraq əslində bir yaxşı bir iş görmüşük ki, biz bunları Q üzərindən idarə edirik. Yəni ki, Q içərisində axı məlumatlar tam şəkildə yəni ki, mövcuddur. Task obyekti olaraq mövcuddur. Lakin biz burada listdə ancaq ID, task name və deadline yazmışıq da, düzdür? Bəlkə başqa bir list, elə bir list var ki, indi bizim кейsdə belə deyil təbii ki də. Başqa bir кейsdə ola bilər ki, misal üçün başqa bir məlumatlar da ehtiyac olacaqdır. Və belə olan təqdirdə iki list arasında məlumat ötürülməsi artıq alternativ, yəni yaxşı bir variant deyil. Yoldaşlar, bu deməli məsələni niyə danışdım sizə? Çünki düşünə bilərsiniz ki, yəni ki, bu listdən bu listə məlumat ötürməkdən ötürü durub niyə bir də data struktur falan düzəltdik daha, düzdür? Yəni ki, birbaşa listdən listə də məlumat ötürə bilərdik. Bəli, texniki olaraq mümkündür, amma bayaq dediyim məsələni yoldaşlar artıq elə bir ehtimal baş verdiyi zaman təbii ki də sizə listin görünməz sütunlarına nəsə məlumat əlavə etməyiniz və s. çox da düzgün bir kod strukturu olmaz, səliqəli bir kod strukturu olmaz. Təbii ki də yoldaşlar, yeri gəlmişkən bir məsələni də deyim. Ümumiyyətlə, bilmək lazımdır ki, yoldaşlar, kod yazarkən maksimum dərəcə gələcək yönümlü yazmaq lazımdır. Yəni ki, bu dəqiqə kod işləsin, mənim işimi görsün demək deyil də, biraz daha yüksək, biraz daha irəliyə açıq olan və dəyişimə açıq olan xüsusilə kodlar yazmaqda təbii ki də fayda var. Yaxşı yoldaşlar, gəlin indi next düyməsinə kliklədiyimiz anda ilkin task hansıdır, o digər tərəfə keçid etmiş olsun. Dostlar, bunun üçün biraz istəyirəm ki, bir ümumi olaraq görüntünü deməli dəyişək və belə bir şey eləyək. Yoldaşlar, gəlirəm, bu next üzərinə 2 dəfə klikləyirəm. Bundan sonra command buttonımız yaradır. Hansı ki, bu next'in yoldaşlar adı command button 1-dir. O səbəbdən command button 1 klik yaranmış oldu burada. Və bunu bura gətirə bir nöqtədə, açıq bir nöqtəyə qoyaq. Yoldaşlar, indi bu command buttondan gözləntimiz nədir? Next, buna bastığımız zaman bu Q-da olan deməli ən yaxın dəyəri neynəsin? In progress tərəfə keçirilmiş olsun. Və dostlar, bu da elə bizim əsas məntiqimizdir. Draw IO-nu açıram yenidən. Baxın, ilk mənə ən yaxın dəyər nədirsə, onu başqa bir ərrəyə
və yaxud ki, əridikdə başqa bir listə daxil etməlidir. Ondan sonra nə baş verəcək yoldaşlar? Yenə ən yaxın tarix mənə doğru gəlməlidir. Bax yoldaşlar, burada bizim gözləntimiz budur ki, mən next-ə klikləyəndə review pending keçsin bu tərəfə, digərləri onun yerinə sürüşsün. Yəni ki, yoldaşlar, review pending onQ data strukturundan təmizlənsin arraydən, onun yerinə fix validation gəlsin, onun yerinə deploy gəlsin, bu şəkildə yuxarı doğru sürüşsün. Lakin review isə bu bir in progress-də görünsün və növbəti gələnlər də yoldaşlar o şəkildə düzlə getməlidir. İndi gəlirəm deməli command button deməli 1-mə. Dostlar, indi burada biz deməli nə iş görəcəyik? Hansı ki, dostlar, biz ilk öncə bizim ilkin məlumatımız nədir? Yəni ki, mən progress tərəfə hansı məlumatı ötürməliyəm? Bax, onu əldə etməyə çalışaq. Yəni ki, yoldaşlar, uzun sözün qısası, dim obj adında bir dəyər yaradaq, bir dəyişən yaradaq. Bunu yoldaşlar variant kimi də eləyə bilərsiniz. Amma mən istəyirəm ki, burada artıq select task eləyə bilərik. Çünki artıq biz data strukturu içərisində deyilik. Yəni mən bilirəm ki, artıq mənim data strukturumdan əminəm ki, artıq select task gələcək. Çünki artıq task tərəfdəyəm. O səbəbdən dim object və new edilməmiş bir select task yaradacağam. Bundan sonra yoldaşlar set obj deyək və nə deyirəm yoldaşlar? Baxın, ən maraqlı hissələrindən biri bu da artıq onQ data strukturu üzərində mən nə edirəm yoldaşlar? Dequeue eləyəcəm. Çünki niyə yoldaşlar? Artıq mənim nə iş görürəm? Bax, bu sənanı buradan çıxardıram. Çünki bunun artıq bununla işim bitdi. Bunu keçirməliyəm artıq. Deməli, onQ-dan hara? Bizim in progress tərəfinə. Bunu buradan dequeue eləyirəm. Bildik ki, dequeue artıq biz bayaq yaratmışdıq ki, dequeue necə həm məlumatı ilk arraydən təmizləyir, həmçində onu geriyə qaytara bilir. Bax, bu geri qaytarması isə yoldaşlar, bax bu hissədə bizim artıq köməyimizə çatdı. Bundan sonra yoldaşlar nə deyəcəyik? Set obj dedik, dequeue elədik və indi bu dequeue olunmuş obyekti isə in progress tərəfə artıq yoldaşlar keçirə bilərik. Necə yoldaşlar? In progress nöqtə. Bu səfər isə nə yoldaşlar? Enqueue edə bilərik və bu da dostlar obj vasitəsilə gerçəkləşəcəkdir. Və yoldaşlar fikir verdiniz, dequeue və enqueue vasitəsilə necə birindən digərinə məlumatı ötürmüş olduq. Dostlar, təbii siz burada belə deyim, daha optimal kod da yaza bilərsiniz bu arada. Yəni məsəl üçün bunu mən bu şəkildə etmədim, indi daha aydın olması üçün göstərdim. Lakin fikir versəniz burada əgər siz obyekti, yəni bu obyekti başqa bir yerdə istifadə etməyəcəksinizsə, əslində siz nə edə bilərsiniz? Daha yaxşı variant. Baxın indi, hətta buranı mən şey alacağam, deməli kommentar yazacağam. Bu da qalsın, yəni silmirəm, hətta görəsiniz fərqi. Belə eləyə bilərsiniz yoldaşlar. Bax, mən nəticə olaraq onQ-dan dequeue edirəm, düzdürmü? Amma bu dequeue olunmuş obyekti isə əslində hara enqueue edirəm? In progress tərəfə. Nə edirəm yoldaşlar? Enqueue. Baxın dostlar, bu şəkildə etdiyiniz anda in progress-ə enqueue yeni bir məlumat əlavə etməyiniz onQ-dan dequeue olmasıdır. Dostlar, həqiqətən elə deyilmi? onQ hissəsindən bu listə məlumat ötürmək o deməkdir ki, onQ-dan silinib bu tərəfə, in progress tərəfə gəlmək. Bax, bunu bir sətirdə bu şəkildə artıq data strukturun gücündən istifadə edərək burada icra edə bilərsiniz. Baxın, yoldaşlar, ən az bir 3 dənə sütundan, daha doğrusu 3 sətir idi, ikisindən qurtulmuş olduq, birində kifayət edir. Yoldaşlar, bundan sonra nə edəcəyik? Artıq bu listlər də update olmalı, düzdürmü? Mən nəticə olaraq burada mən in progress və onQ üzərində dəyişik edirəm. Birindən digərinə məlumat ötürürəm. Amma bu dəyişiklik bu listlərə artıq təsir etməlidir. Bax yoldaşlar, belə olan təqdirdə mən bu fill listdən artıq istifadə edəcəm. Nə edəcəm yoldaşlar? Gəlirəm burada sadəcə fill listi əlavə etsəm, yəni ki, bunu çağırsam, artıq mənə tam da istədiyimizi deməli vermiş olacaq. Dostlar, bax biz bu şəkildə edəcəyik ki, məlumatlar deməli dəyişmiş olsun. Lakin burada kiçik bir düzəlişimizə ehtiyac var. Birincisi, fill listi, ikinci və mən çağıranda təbii ki də arxa-arxaya təkrarlanma olmamalıdır. Bu səbəbdən yoldaşlar, mən list onQ nöqtə clear deyəcəm. Bu bir. İkinci isə list in progress-də də eyni qaydada bu şəkildə clear deyəcəm ki, təmizləsin və daha sonra isə yenidən yeni məlumatları əlavə etsin. Bu mənim birinci düzəlişimdir yoldaşlar, bu şəkildə. Daha sonra isə məsələ nədir? Baxın, burada biz baxaq düzgün etmişik. İlk öncə birinə bəli in progress-ləri, birinə onQ-ları əlavə edirik. Yoldaşlar, lakin məlumat artıq burada hansı ki onQ və dequeue demişik, düzdürmü? Düşünməyə çalışıram, demək istədiyim nədir? Mən in progress-ə enqueue etdiyim bu dəyər onQ-da dequeue olunmuşdur. Yəni ki, yoldaşlar, onQ-da olan dequeue olan bu dəyər əslində
bizim table'ımızda qarşısında 10Q yazılan dəyərlərdir, düzdür? İndi mən bir dəfə bunu icra etdiyimiz zaman, bu şəkildə icra edildiyi anda in progress tərəfə bəli keçəcəkdir və onu fill list etmiş olacaqdır. Hətta gəlin bunu indi burada yoxlayaq. Ondan sonra əsas fikrimi, yəni ki, problemi hissəni sizə başa salacağam. Run düyməsinə klikləyəcəm. Baxın yoldaşlar, next düyməsinə klikləyəndə gəlir. F8 vasitəsilə in progress-dən NQ-yə, daha doğrusu in progress-dən 10Q-dan in progress-ə doğru məlumat gələcəkdir. Gəldi və bunu indi yoldaşlar fill list eləyəcəm. Baxın dostlar, məlumat ötürüldü. Yaxşı. Bu məlumat hal-hazırda arraylər üzərində gedişatı sağlayır, düzdür? Lakin yoldaşlar, mən bu user formu bağlasam, tamam. İkinci dəfə bunu açsam, axı bu fill queues yenidən işə düşəcəkdir və o gedib bizim database-də task status 10Q və in progress şərtini nəzərə alaraqdan yenidən iş görəcək, düzdürmü? Yəni ki, mən yoldaşlar aşağıda next düyməsini kliklədiyim anda bu arraylər içərisində dəyişiklik göstərir. Lakin yoldaşlar, bu dəyişiklik baxın, əsas məsələ table-a yansımır. O səbəbdən yoldaşlar, bu fill list ilə hətta fill listdən sonra yaza bilərsiniz əslində, yəni məcbur deyilsiniz. Sadəcə ümumi gedişat əslində onu göstərir. Fill listdən sonra burada həmin o dəyəri tapıb, burada yəni ki, nə edəcəksiniz? Qarşısına artıq in progress 10Q deyil də in progress-i yazmalısınız. Dostlar, bax, belə olan təqdirdə artıq siz bu şəkildə bir sətirdə yazmağınız sizə bir növ sərf eləmir. O mənada ki, yoldaşlar, siz artıq bu obyektə məcbursunuz. Çünki bu obyekt sayəsində nəyin yəni ki, artıq DQ olduğunu və 10Q, NQ olduğunu obyektdən bilirsiniz və onu da gedib bu ID-lərdə burada axtarıb tapıb qarşısına deməli in progress yazacaqsınız. Bax, ISO. Yaxşı ki də burada silməmişəm elə. Artıq belə olan təqdirdə yoldaşlar, siz yəni bu optimallaşdırmanı etmək sizin üçün sərf etməyəcəkdir. Bunu da görmüş olduq. Dostlar, bunu yenidən açacağam. Amma dediyim kimi yoldaşlar, baxın, fərq buydu ki, siz əgər bu obyekti istifadə etməyəcəkdinizsə, o zaman bu sizə kifayət edirdi. Amma baxın, gördünüz ki, məcbur olduq bunu istifadə etməyə. Belə olan təqdirdə yoldaşlar, optimallaşdırmağa qaçmaq lazımdır. Buradan deməli DQ eləyirik, buradan NQ eləyirik. İndi bu obyekti isə artıq burada istifadə edək. Nə edəcəyik yoldaşlar? Sadə bir şəkildə bu dəyər, daha doğrusu bu table üzərində biz addımlamamızı edək və tapaq görək ID-miz uyğun gələn task hansıdır, onun qabağına in progressimizi yazaq. Dostlar, dim i as bir long kimi, həmçində rl bir long kimi 2 dənə dəyər düzəltmək istəyirəm. Bunlar nədir yoldaşlar? Biri döngü yaratmaq üçündür, üzərində addımlamaq, bir də last row isə yoldaşlar, görək sonuncu sətr haradır, onu da dinamik bir şəkildə tapmaq üçün. Və lr bərabərdir yoldaşlar, sheet 1 nöqtə sales rows count, sadə bir şəkildə son sətr tapma deməli metodundan istifadə edirəm. Excel upper row olsun və bundan sonra for i 2-dən başlasın. Bizim sətrimiz yəni 2-dən başlayır, lr-ə qədər davam etsin. Nəyi axtarır yoldaşlar? If əgər deməli sales i 1 nöqtə value, yəni ki, birinci sətirdə, birinci sütunda olan əgər dəyər mənim OBJ-min yoldaşlar ID-sinə bərabərdirsə və yoldaşlar then nə baş verəcək yoldaşlar? Həmin o sətirdə və hansı sütunda yoldaşlar? 5-ci sütunda, yəni ki, E sütununda qarşısına nə yazmalıdır yoldaşlar? Deməli, in progress yazmalıdır. Lakin yoldaşlar, bunu mən əlimlə yazmaq istəmirəm bura. Bizim artıq bilirsiniz ki, task statusun in progress deyə bir enamımız var. Bu in progress-in deməli dəyərindən istifadə etməliyəm. Bunu da etmək üçün yoldaşlar, istifadə etmək üçün baxın, bizim 2 ədəd funksiyonumuz var. Onlardan biri get task status name-dir. Yəni ki, geriyə mənə dostlar nə qaytarır? String qaytarır. Nə göndərsəm, ona dəyər göndərsəm. Hansı ki, enam dəyəri göndərsəm. Dostlar, o səbəbdən elə enamsda olan get task status name deyirəm. Onun da yerinə bax bu in progress-i deməli göndərəcəm ki, mənə in progress-in in progress yazılmış, yəni ki, bu şəkildə yazılmış dəyərini mənə geriyə qaytarsın. Dostlar, bunların hamısı artıq sizin necə deyərlər, zövqünüzə qalan bir məsələdir. Mən bu şəkildə daha güvənli şəkildə gördüyüm üçün bu şəkildə icra etmişəm. Dostlar, bundan sonra exit for deyək. Çünki artıq zaten bir dənə olacaqdır hər bir taskdan, o səbəbdən bir dəfə yazdı burada, daha sonra yazmasın. Yəni daha doğrusu ondan sonrakini axtarmağa, yəni ki, axtarmağa ehtiyac yoxdur. Dostlar, bu şəkildə də məlumat yenilənir. Artıq ikinci dəfə bu fill queues deməli hissəsində
artıq bizim deməli progresimiz və on-Q'muz da düzgün şəkildə çalışmış olacaqdır. Yoldaşlar, gəlin Run düyməsinə klikləyək. İndi baxıram, bu mənim tasklarımdır. Next-ə basıram. Burada hardasa xəta etmişik. Görək. Enan get task status name-də in progress deyirəm, lakin o onu qəbul etmədi. Bir dənə baxaq görək problemimiz hardadır. Hansı ki biz burada task status tipində bir dəyər istəyir. Əslində düzgün göndərmişik yoldaşlar. Niyə xəta verdi bir baxaq. Bir dənə yoxlama eləmək istəyirəm. Task status in progress deyə bu şəkildə. Görək burada edəcəkmi nəsə bir məsələ. Bir baxaq yoldaşlar. Deməli run düyməsinə klikləyirəm, next deyirəm. Artıq oldu. Yoldaşlar, baxın 8-ci ID deməli bu tərəfdə, yəni sol tərəfdə ilk sırada idi. Artıq bundan sonra nə baş verdi? In progress tərəfə keçdi, burada ilk sırada oldu. Yoldaşlar, indi mən yoxlama etmək üçün bunu close edəcəm. Hətta burada baxıram yoldaşlar. Baxın 8-ci ayda zaten progress qarşısında artıq dəyişdirilibdir. Bundan sonra mən bunu yenidən artıq run düyməsinə klikləyəndə hardasa problem oldu. Baxaq. Burada yoldaşlar düzgün yazmamışıq. İnləmən də düzgün yazmamışıq. Sadə şəkildə on-Q və sər yazmışıq. Yəni bunu bir dənə düzəldək. Task status on-Q olsun. Həmçinin də task status in progress olsun. Bu daha yaxşı bir düzəliş olacaq. Düşünürəm ki, problem bundaydı. Bir yenidən yoxlayaq. İndi run düyməsinə klikləyəndə baxın dostlar, artıq düzgün bir şəkildə artıq aktivləşmiş oldu. Bayaqları bunu next eləmişdim deyə bu next oldu və daha doğrusu in progress tərəfə düşdü və indi də in progress tərəfdədir. İndi yoldaşlar, misal üçün bu progress olaraq təbii ki də bunu finish eləyə bilərsiniz. Artıq bunun düymənin düzəlişini istəyirsiniz özünüz də icra eləyə bilərsiniz. Yoldaşlar, burada biz indi bir dəfə də next basanda görək nə baş verir. İndi next basaraq görək hansını götürəcəkdir. Mən düşünürəm ki, burada fix validation götürməlidir. Çünki 23 ən yaxın bizə olan tarix budur və next deyəndə baxın bu da bu şəkildə in progress tərəfə deməli artırılmış oldu. Və yoldaşlar, fikir versəniz artıq növbənin burada növbəli bir sistemin burada artıq öz yəni ki sözünü deyir, necə deyərlər. Fikir verin, mən on-Q'dan azaltdıqca digərləri onun yerinə keçir. In progressdə isə artırdıqca onun arxasına doğru düzülə. Fikir versəniz 23-22-nin qabağına keçmədi. Yəni ki, illa ki onun arxasına durdu. Bir dəfə next basıram, fikir versəniz bu şəkildə yoldaşlar hər dəfə məlumatlar bir tərəfdən bir tərəfə data struktur vasitəsilə deməli daha aydın və uyğun bir şəkildə bu şəkildə köçürülmüş olacaqdır. Dostlar, bu dərsimizdə bu nümunə üzərindən bir iş görməyə çalışdıq. Hansı ki bu data struktur idi. Üzərindən keçmək gərəkirsə yoldaşlar, data struktur ümumi olaraq bir sıra anlayışıydı, növbə anlayışıydı. Bunu bu şəkildə VBA ümumiyyətlə proqramlaşdırmada istifadə edə bilərsiniz. Düşünürəm ki, sizin də işinizə yarayacaqdır və işə yaradığı təqdirdə, ümumiyyətlə ehtiyac olduğu təqdirdə bu dərsə baxaraq tam şəkildə öyrənə bilərsiniz. Yoldaşlar, bugünkü dərsimiz bundan ibarət idi. Gələn dərsdə görüşənədək.